Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Beyin mühendisliğine karşı Türkçe eski kitaplar programının 308. bölümün başlayan Allah'ın adıyla inşallah ki mənim üçün və əgər dostlarımızın da əlaqəsi olsa onlar üçün xeyirli olsun. Gedək görək bu günləri şansımıza hangi kitablar gəlir ki, onları oxuyaq. Dünən əlbəttə bir dənə kitab gördük, onu oxumadıq, dedik ki, bu gün oxuyarıq, görək ki, o kitab nə haqdadır. Zahirən onu biz tamam, Mənzume-i Zənannamə Fazil. Bir bu kitabı açaq, bir də bunun yanında bir ayrı kitab açaq ki, Hikmət-i Fəzail 4 kitabdan biridir əlbəttə yazıb burada. Görək ki, bu nədir? Bir dənə də Şərh-i Gülüstan açaq, görək ki, bu Şərh-i Gülüstan Sədininki odur, yoxsa başqa bir kitabdır. Hər halda onun şərhidir, türkcədir. Onu da açarıq. Bu Zənannamə, Cüngünamə, Xubannamə belə bir ad qoyubdur bunun üstündə. Kitab Süleymaniyyə kitabxanasında saxlanır. Bu iki görürük, cild, kağızlar, əpriyib, sökülüb, köhnəlib, əpriyibdir. Tökülübdür, yəni salim deyil. Amma ikinci səhifədə də yenə bunu çox görürük, yəni o səhifə ki yazılıbdır. Qalan səhifələrdə də rəh qatışıbdır, kitabda salim qalıbdır, Allaha şükür olsun. Ən azından bu bir böyük bir şeydir. Kitabın üstündə yazıblar Mənzume-i Zənannamə Fazil ya Zənannamə-i Fazil, bilmirəm nədir. 170 səhifəlikdir ki, PDF bunu 85 səhifədə göstərir. Yəni PDF-in hər bir səhifəsinə kitabdan 2 səhifənin əksini qoyublar. Beləsi görürük, çünki bunu dünən görmüşük, dahi istəmirəm bu günlərdə hamısını göstərdim, gedim axirində görək. Axiri də budur. Yenə kitabı burada görürük ki, cildi cırılıbdır, çürüyübdür, bu biz tərəfdə də qalır. Ehtimal verirəm kitab yarımçılıq qalıbdır. Yəni kitabın axirində bu səhifənin cırılması mənə deyir ki, yarımçılıq qalıbdır. Amma bunu bir səfərə dalıya gəlsək, bəli burada göstərir ki, hər bir kitab qutarıbdır, sonra şey olubdur. Burada da tamamşudu yazıbdır. Təmmə, tamamşud, kar mən nizam şud, düşmən dərdam şud. Katibül huruf, öz adını yazıbdır, Katibül huruf. Yəni bu kitabı bir ayrı adam yazıbdır. Bu yazan onu şey eləyibdir, nüsxə eləyibdir. Katibül huruf Abdullah Əl-Bəndəridir ehtimalən. Əl-Bəndəri ehtimalən. Yox, olmur. Ola bilər Bəndəri olsun, bəli. Bi xatiri Ömər Ağa Qəbaleyi surəti təhrir yaft. Bu bunun kitabın sonunda aldığımız bir şeydir, amma bəlkə oxuyarıq və bundan bir ayrı məlumatlar çıxadaq ki, dərdimizə dəyər. Kitab İstanbulda Süleymaniyyə kitabxanasında, Fatih məhəlləsində olan Süleymaniyyə kitabxanasında saxlanır. Zənannamə lil Fazil. Kitabın əsl adı, özü yazdığı budur. Ad Zənannamə lil Fazildir. Fazil adında adam yazıbdır. Əgər desəydi ki, xanımlar, Fazilə xanımlar üçün, gərək bunu üçün L gətirib, buradan deyirəm. Gərək onda yazıydı Fazilə. T axırda, T tənislə gərək yazıydı. Onunla yazmadıq üçün bu yazarın adı Fazildir. Yazar Fazil. Görək ki, bunu düzdür, bu səhifənin oradan buradan düşübdür, amma görək ki, bunu oxuya bilirik ya yox. Minnət ol xaliqi hikmət karə, zəni dünyayı edən məkkarə. Minnət ol xaliqi hikmət karə, zən dünyayı edən məkkarə.
Cüftə qıldı zikru insahi. Bu nə deməkdir? Cüftə qıldı zikru inşai əvvəla Adəm ilə Həvvai. İnsa ehtimalən nə oxusaq yaxdım? Unsa. Zəkər və unsa. Cüft qıldı zəkərü ünsayı. Zəkər yəni erkək, ünsa da dişi. Cüft qıldı zəkərü ünsayı əvvəla Adəm ilə Həvvayı. Burada da o Adəm zəkər, Həvva da dişi. Eylər vəfadi o sahibi qudrət. Burada indi bu nədir? Gedibdir o eylərdir, filan da. Onlar gedibdir. Mən özümdən bunu oxudum, amma bir şey çıxmadı nəzərimə. Eylər nəminə vəfadi o sahibi qudrət ateş sinədə güzarü şəhbət. Ehtimalən beləsi olacaqdır. Aldı ağuşə o nazük bədəni xəndə qıldı tərəfi pirəhəni. Bu biraz gedir, çox açıq yazılır. Aldı ağuşə o nazik bədəni xəndə qıldı tərəfi pirəhəni. Burada yenə də bir şey yazıbdır ki, cırılıb bəlli deyiləmədi. Dən lə'li bədəxşan cüftə şiklu badam münəvvər nasüftə. İndi bunlar üçün kəlmənin əvvəli gəlmir, adam bilmir ki, bunun mənası, yəni nə mənədir? Lə'li bədəxşan cüftə şiklu badam müənvər nasüftə. Bir-birilə edəcək lə'bu niyaz. Fət olub düzənəyi qubbe-i naz. Fət olub düzənəyi qubbe-i naz. Nə gözəl qubbe-i lə'bu fərcam baisi xilqət əfrad و ənam. Zahirən getdi ər-arvad arasına. Nəslinə oldu o lə'bə miras, necə bazıçələr oldu ehdas. Oldu manənd zəmin و دانه cümlə məzruədir و əfsanə. Şayət də belə oxunsun. Cümlə məzruədir insanə. Ehtimalən belə olsun. Ol səbəb verdi həkim qudrət firqeyi cinsi zənanə zinət. Qıldı xətdən rux zibasını pak, muidən eylədi əzasını pak. Muidən eylədi əzasını pak. Ta ki meyl eyləyən nəfs qılman, münqəriz olməyə nəfs insan. Verdi bu şəhvət hər heyvanə, ta ki məmur olə bu çarxanə. Məmur yəni abad olmaq. Ömr sözü də bundan gəlir. Ta ki verə olə, yəni olə həman, ölə bu çarxanə. İndi çarxana Türkiyədə çox pis anlamı var. Bizim Azərbaycanda çarxana iş yeridir. Əlbəttə Türkiyədə də bəlkə iş yeriymiş. Amma Birinci Dünya Savaşından sonraki Osmanlıda nə mənə çarxana var idi, yəni fabrika var idi. Türkiyədə fabrika deyirlər, latincədir. Tamam o çarxanaların piçin möhrəsində açdılar, götürdülər, apardılar dəstgahları. Yəni Türkiyəni bir günə saldılar ki, qeyddi Həzrəti Adəm dövrünə. Onun üçün, məsələn, mən çox bunu eşidirəm indi tarixə baxanlardan Türkiyədə. Onun üçün deyir ki, Türkiyədə ən çox maliyyat verən il başın bir ildə çarxana sahibləri idi.
Çərxana sahibləri çox üzr istəyirəm, fahişəxanalar. Və o da deyirlər bir ya erməni ya bir Yunanlı. Deyirlər ki, bu adam böyük bir kərxanası var imiş. Yəni dedim, iş yerləri heç yox imiş. İndi dövlət maliyyət ala bildiyi yer haradır? Fəqət fahişəxanalardır. Türkcədə qəhvəxana deyirik. Təhcə yerlər ki, dövlət oradan maliyyət ala bilirdi, fahişəxanalar idi ki, onlara karxana dedilər. İş yeri. İş yeri dedilər. Onun üçün sonralardan ki, buna görə kərxana deyəndə o pis anlam gəlməsin, fabrika sözündən istifadə elədilər. Yavaş-yavaş çox il çəkdi Türkiyə. Əgər Osmanlıda açıb fabrikaları aparmasaydılar, bu İngilis, Rus, nə bilim, əlbəttə Rus yoxdur, İngilisdir, Fransədir, İtalyadır, Yunandır, bunlar. Aparmasaydılar, bəlkə Türkiyə yenə əbərqüdrət ola bilərdi. Amma 100 il Türkiyə həm sənət sahibi olmaq haqqı olmadı. Ona görə məsələn Mustafa Kemal Paşa Atatürk fabrika quranda, karxana quranda nə karxanası qurub? Mən listinə baxırdım, yəni listinə qulaq asırdım, baxmırdım. Beləsi biraz böyük bir söz olar. Çünki özüm mən latincə oxumadığıma görə, oxuya bilmədiyimə görə bilmirəm ki, yəni hövsələm də gəlmir oxuyum, çox zor çəkirəm. Əlbəttə onu da öyrənmək lazımdır. Məsələn, onun yaratdığı fabrikalar süd kərxanasıdır, abzor kərxanasıdır, şərab kərxanasıdır, belə bir kərxanalar var. Yəni, qoymurlar geçsin, teknoloji kərxanası olsun. Teknoloji kərxanası icazə verilmir. İstədim bu kərxana kəlməsinə tozih eləyəm, açıqlıq gətirəm ki, kərxana bizdə iş yeridir. Türkiyədə kərxanalar açıb aparandan sonra, əlbəttə bunun gərək lüğətindən də baxaq görək ki, mən indi bunu əlbəttə şeydən soruşa bilirəm, bu ChatGPT-dən soruşa bilirəm şeyi. Kərxana sözü Osmanlı çağında hangi anlamı daşırmış? Görək ki, bu kərxana sözünə Osmanlı türkçəsində kərxana, karxanə sözü günümüzdəki işlənməsindən çox fərqli və geniş bir anlama malik idi. Bu söz əslidə farscadan gəlib və iş yeri anlamını daşır. Osmanlı dövründə bu sözün daşıdığı əsas anlamlar bunlardır. Fabrika və istehsal mərkəzi dediyim kimi, əsl anlam budur. Osmanlı dövlətində hər hansı bir məhsulun istehsal olunduğu böyük kargahlara və fabrikalara kərxana deyilərdi. Müasir dildəki kərxana elə eyni anlamdadır, bizdəki yəni. Müxtəlif sahələrdə bu söz istifadə olunurdu. Humayun kərxanaları saraya aid olan xas istehsal mərkəzləri. Topxana kərxanası hərbi təchizat və topların düzəldiyi yer. Sənət və iş yeri. Sənətkarların bir yerdə toplanıb çalışdığı böyük dükanlar və iş bölmələri də bu adla tanınırdı. Ümumiyyətlə bir şeyin düzəldiyi yer anlamına gəlirdi. Dövlət idarələri və işləri. Bəzən dövlətin böyük tikinti projeləri və ya iqtisadi fəaliyyətləri ilə bağlı qurumlarda bu kəlmə işlənilirdi. Necə oldu ki, anlam dəyişdi? Bu sözün günümüzdəki mənfi anlama fahişəxana,
çevrilməsi 19-cu əsrin sonlarına təsadüf edir. O dövrdə ictimai nizamsızlıqlar nəticəsində bəzi qeyri-qanuni fəaliyyətlərin göstərildiyi yerlərə ümumi bir ad kimi iş görülən yer mənasında kinayə ilə bu ad verildi və zamanla köhnəki müsbət və sənəti anlamını itirdi. Qeyd: köhnə mətnlərdə və tarix kitablarında karxana kəlməsinə rast gəlirsəniz, 90% onu sənət ocağı ya fabrika kimi başa düşmək lazımdır. Bu sözün Osmanlı iqtisadiyyatındakı rolu və ya mənisi, tamam, buranı istəmirdik. Mən istəyirəm görüm ki, əcəba nə oldu ki, Osmanlı dövründə olan karxanaların müsbət anlamı dəyişərək mənfi anlama çevrildi. Hansı tarixi hadisə bu mənfiləşməyə səbəb oldu. İndi bu əlbəttə deməyəcək, çünki istəmirlər Birinci Dünya Savaşının sonucunu deyirlər, amma mən soruşum, sonra bunu biraz şeyə qoyaq, görək nə deyir. Bu çevrilmə bir gündə baş verən tək bir hadisə deyil, bəlkə Osmanlının son dövrlərindəki ictimai və hüquqi dəyişikliklərin nəticəsi idi. Karxana sözünün sənəti anlamdan mənfi anlama keçməsinin bir neçə əsas səbəbi var. Tənzimat, bax, saldı şeyin başına. Tənzimat dövrü və fahişəliyin qeydiyyatına alınması 1884-də. Çünki deyir, onda qanun keçiblər, qanunda deyiblər ki, fahişəlik edir, bir gərək səbt eləyə, o behdaşlı məsələləri, yəni sağlıq məsələləri kontrol ola, o səbəbdən şey olubdur, adına deyiblər karxana. Dediyim, amma bu deyil. İş yeri nə çevirirlər oranı. Ən böyük dönüş nöqtəsi 1884 ildə çıxarılan bir nizamnamə idi. Bu dövrdə İstanbulda zöhrəvi xəstəlikləri, bilmirəm zöhrəvi xəstəlikləri nə mənə, suzak, siflis və s. Çoxalmış idi. Dövlət bunun qarşısını almaq üçün bu işlə məşğul olanları bəlli məkanlarda toplamaq və tibbi nizarətdə saxlamaq qərarına gəldi. Nə ilgisi ola bilər. Amma yox, taza tarixdə bizim beynimizi yumaq lazımdır. Bizə demək lazımdır ki, Osmanlıların fabrikalarını açıb aparmadılar. O dövrün hüquqi dilində bu tip məkanlara rəsmi olaraq ümumi evlər, o zamanki, bax, bir genel evlər, ümumi evlər deyiblər. İndi Türkiyədə genel evlər, latinlər deyiblər. Genel evlər deyilsə də, xalq arasında bu məkanlarda iş görüldüyü üçün kinayə ilə karxana sözü istifadə olunmağa başladı. O halda ki, indi də genel ev deyirlər. Yəni, o cür deyil. Karxana, kar kəlməsinin iki anlamlığı. Farscada kar həm iş deməkdir, həm də qazanc, kar bizdə. Qədimdə fabrikada işləyib həlal çörək qazanmaq idi. Sonralar bu söz qadın üzərindən pul qazanmaq kimi çirkin bir, görürsünüz, istəmir geçsin desin ki, nə oldu? Çirkin bir ticari fəaliyyəti ifadə etmək üçün kirayə kimi işləndi. Xalq ədəbiyyatında kərə bax, işə bax ifadəsi zamanla bu mənfi, istəyir buna şey gətirsin, yəni
bir şey yaratsın, tarix yaratsın. Çünki bir tarix beləsi yaratmalıdırlar. Sənəti inqilab və fabrika sözünün gəlişi. 19-cu əsrdə Avropadan fabrika kəlməsi türk dilinə girdi. Böyük istehsal mərkəzləri artıq özlərinə karxana deyil fabrika deməyə başladılar. Şimdi bu da o deyil. İstanbul'un fuhuşi müsturi, gizli fahişəlik dövrü. Dünya savaşında məğlub olandan sonra tüm karxanaları deyək beləsi. Karxanaları söküb Avrupaya daşıdıklarından dolayı heç bir iş yeri qalmadığından və təkcə iş yerinin fahişəxanalar olduğundan və ən çox maliyat vergini bu genel evler verdiği üçün onlara karxana ya kar veren yer demədir. Ne oldu? Bu baxış zaviyəsi çox maraqlı və ictimai bir acını göstərir. Amma tarixi həqaiqlər baxımından bir az düzəltməyə ehtiyac var. Osmanlının son dövründəki iqtisadi çöküş və bu sözün məna dəyişməsi arasındakı əlaqəsiz deyən qədər kəskin bir söküb aparma hadisəsi deyil, daha çox istismar və dil dəyişimi məsələsidir. Həman dediyimdir, yəni istəyir ki, bizə beyin düzəlsin. Desin ki, yox, kərxana Osmanlı dövrəsində kərxana yox idi. Osmanlı dövrəsində çox böyük fabrikalar var. Təyyarə kərxanası qurulur. Maşın kərxanası, yəni otomobil, bu şey ki, otomobil deyirlər, onun kərxanası qurulur. Yəni bunları düzəldirlər Osmanlı dövrəsində. Savaş silahlar fabrikaları var. Hər şey, paltar fabrikaları var, hər şey var. Amma bunlar nə olur? Zaman içində Allaha tapşırdım səni. Heç zat yoxdur. Niyə beləsi olur? Yəni zaman içində deməyək, yəni savaşdan sonra bunları çəkirlər, aparırlar. Necə ki, Kanadadan da bunu bir dəfə də demişəm, Kanadada savaş jeti düzəldirdilər. Birinci savaşdan öncə ya ikinci savaşdan öncə, indi onun tarixini dəqiq bilmirəm, axtara bilərəm. Əgər iştibah eləməsəm, Kanadadakı Fantomdur adı, fikr edirəm, yadımda deyil. Kanadada ən birinci təyyarə düzəldən karxananın adı nə idi və hansı, burada hamı yazmışam, Kanadanın havaçılıq tarixində birinci və ən məşhur təyyarə düzəldən karxanası fabrikası Canadian Car and Foundry idi. Lakin sizin dəqiqən o vaxtlar ki, savaş
cetləri ilə bağlı sualınız bizi bir az daha adı Avro Kanada Avro Kanada şirkətinə aparır. Bu da iki önəmli dövr və şirkət var. Canadian Car and Foundry ilk budur. Nə düzəldirdi? Bu çarxana məşhur Hawker Hurricane qırıcı təyyarələri düzəldirdi. Tarixi önə bu təyyarələr jet deyildi, motorlu idi. Amma savaşın taleyini dəyişdilər. Avro Kanada savaş jetlərinin qəhrəmanı. Söz jetdən və Kanadanın öz istehsalı olan savaş təyyarələrindən gedirsə, bu qətiyə Avro filan deyilir ki, hər halda bunun da adını mən taparam, bəlkə soralar, bura çox getməyim. Ehtimalən sizin yanlışlarınız yaxınlıqda Diffenberg. İndi burada əlan yenə də düzəldir, amma nədən isə bu istəmir burada da desin ki, Kanadada o açdılar, apardılar. Dünyanın Almanda da bir çoxları, amma Almanlılar zahirən getdilər, deyirlər ki, yalvardılar ki, gəlin hər nə istəyirsiniz verək sizə, aparmayın fabrikaları. Gəldilər, dedilər ki, orduz olmayacaqdır, orduzu bizə saxlayacaq, qanununuz belə olacaq, hər şeyi qəbul elədilər, Japon da qəbul elədi. Hər halda, buradan keçək, qeydək kitabımıza. Bir dana çərxana, görün ki, bir dana çərxana sözü bizi hardan hara apardı. Görək nə oldu. Oldu manənd zəminü danə, cümlə məzruədir insanə. Ol səbəb verdi həkimi qudrət, firqi cinsi zənanə zinət. Qıldı xətdən ruxi zibasını pac. Xət bu şey ki var bizim buradan, bura xət başı deyirlər, bilmirəm niyə deyirlər, xəbərim yoxdur, amma məsələn kişilərdə buradan ki tükü məsələn şey edirik, bilmirəm, bura adı xət başı deyirlər. Xət də burada həman üz tükünə deyir ehtimalən. Qıldı xətdən ruxi zibasını pac, mugidən eylədə əzasını pac. Zahirən belə bir şeydir. Ta ki meyl eyliyə nəfsi qilman, qilman burada mənzur oğlan cinsi, erkək. Müngəriz olmayan nəfsi insan. Bu müngəriz sözü burada cırılıbdır, ya nə olubdur? Dediyim kimi, mən hamma müngərizin təşxis verə bilirəm. Verdi bu şəhvət hər heyvanə, ta ki məmur olə bu çarxanə. Çarxana sözü buradan gəldi. Verdi heyvanə gibi hübbi vələd, verdi heyvanə gibi hübbi vələd, olə takim bu təsəlsül mümtəd. Bu şeiri mən deyirəm ki, yazan xanımdır, amma burada görsənir ki, tamamən bir erkək yazıbdır. Erkək gözündən baxıbdır qəziyə. Bu təsəlsül irişür əncamə, xaliqun istədici hingamə. Nə zaman istəsə məhvi əhdas, həb əqim ola məvalidi səlas. Şeir burada qurtardı o birinci bölüm. Burada bir ad yazacaqmışlar. Şeirin üstünə boş yer qoyublar, amma yazılmayıb. Yəni kitab tələsiyə düşübdür. Bəs ki bu fazil məstani eşq, döndü sağər kişi meyxani eşq, ol xəbərdar rumuzi hərfən, böyle illərinə eylər yenə ağaz suxən. Bir də buranı oxusam, bəs ki bu fazil özün deyir. Bəs ki bu fazil məstani eşq, döndü sağərkeş meyxani eşq, ol xəbərdar rumuzi hərfən özün deyir, böyle eylər yenə ağaz suxən. Ver ki, der ki, deyər ki, der ki bir gün o bəlali yarım, o benim nəmənədi dildarım. Burada təəssüflə cırılıbdır, şey olubdur, görsənmir o kələm ehtimalən. O benim nəmənəyi dəstəkənim dildarım, bilmirəm nə oxunar, onu baş tapmadım. Ömrümün var benim cananım, ömrümün varı benim cananım, ruy dünyada benim
Bəravanım. Bəravanı. Su tökülübdür, oxunmur. Bəlli deyil ki, bu A oxunacaq. Burada A varmış, yoxsa nəymiş? Ya bu nəymiş? Bəravanım. Bilmirəm nə deməkdir. Məsələn, burada silinib, tazaşdan yazıb burada. Surudə, suru, sərdə təlim-i xəram eyləyərək, ehtimalən sərdə ola. Sərdə təlim-i xəram eyləyərək, dəhəni tuti kimi söyləyərək, bəxtə gəldi. Bəxtə gəldi fəqirxanəmizə. Bəxt sözün bəxtə. Bəxtə gəldi fəqirxanəmizə. Şahbaz endi yenə lanəmizə. Nərdiban qət olur zoğündən. Nərdiban qat olur zoğun. Qət, qat. Yəni üst-üstə. Çox açıq danışır da. Mən bunu fəqət oxuram, məni eləmirəm. Nərdivan qət olur zoğündən. Payinə yüz sürəcək ehtimalən zoğündən. Ehtimalən bu cür oxunur. Bəndə can etmişəm həvəscistə nəmə oxunmur. Bəndə can etmişəm nəmənə cəstə şöylə üçdür məgər Məkkə pərəstücəsinə. Həvcəsinə. Bəndə can etmişəm havcəsinə. Nə deməkdir? Şöylə vəcdi Məkkə pərəstücəsinə. Şöylə üstü Məkkə pərəstücəsinə. Məkkədir, nədir bu bilmirəm. Şöylə üstüm ki pərəstücəsinə. Tamam. Bəndə can etmişəm hücəstə. Başladım. Şöylə üstüm ki pərəstücəsinə. Demə gəldi yenə şoq ilə can. Didəmə gəldi yenə şoq ilə can, ta ki sir eyləyə ruyi canan. Verdi bin şivə ilə naz salam, eylədi xəmkeşdə mi qaməti lam. Eylədi xəmkeşdə mi qaməti lam. Halqi babı həman dəst ürdü. Şöylə divarə tayandi durdu. Dedim ey şux qəmər çehre, buyur xanəyə tirəmim ilə oxunmur. Purnur nə mənə oxunmur. Kitab bunlarda çox təəssüflə görübdür. Süzdü çeşmin dəxi bilməm netdi, belə bir şey. Bilməm netdi. Tacigərgahimə oğ eşlətdi. Dedi ey küşdeyi çeşmi siyahim, sinəsi tərkişi tiri nigəhim. Dedi ey küşdeyi çeşmi siyahim, bəstəyi cəzbeyi hüsni danım. Faziləm, lalə kibi, burası oxunmur, qəm, bülbüləm, vəlvələ sazu, bağəm. Heyf, kitab hər halda bunlar bir eyb görübdür. Gedək bir ayrı səhifədən oxuyaq, çünki bunları oxuya bilmirəm, yəni göylüm istir, amma bir niyaz etməgə gəldim, əmma görüləm işdə zamanı dəva. Qorqaram bu sözüm etməz təsir, getməsə sinə-i ixlasa bu tir. Əsər etməz isə xar و سخنم, içməyəm
Ğunçeyi nazik dəhənim. Açmayam ğunçeyi nazik dəhənim. Dedim ey dadəri zulay qulub. Dedim ey davəri zulay qulub. Valahi məmləkəti səhrai qulub. Vali milkəti səhrai qulub. Ğunçəsən xar yenə qurban olayım. Ğunçəsən xarinə qurban olayım. Şöləsən narinə suzan olayım. Yoluna işdə fədadır canım. Sənə fazil dili fazil qurbanım. Sana fazil dili fazil qurbanım. Sən niyaz eyləmə fərman eylə. Tək bəni lütf ilə şadan eylə. Görəyim hər nə isə fərmanın. Himmətinlə buluruz imkanın. Tağı dilimin isə Fərhad kimi. Tağı dilimin isə Fərhad kimi. Himməti eşq kürə yar kimi. Bu sözümdə o gülü nazəndə eylədi Ğunçə dəhani xəndə. Əlini açdı dedi var oləsən zoqu səlmilə fərəhkar oləsən. Sana göstərməyə Mevlay əziz bəni əğyarun ilə diz bədiz. Haqq amin ilə hicranımdən Haqq amin eyləyə hicranımdən əmin həman sözü. Haqq əmin eyləyə hicranımdən səni ayırməyə heç yanımdan. Şimdi ey nadir pirayı suxən budur ancaq ki niyazım səndən. Tətlu gəldi bana xuban namun. Tatlı gəldi bana xuban namun. Çün şəkərlər yedirir murğ xamın. Əmrin üzrə anı təlif etdük. Əmrin üzrə anı təlif etdük. Cümlə xubanidə tərif etdük. Bənim əmma ki bilirsən halım, ki nasaz mərəsinə məyalım. Baş tapmadım nə olur? Ki nasaz mərəsinə, ki nisa zümrəsinə məyalım. Bənim əmma, şeiri 190, bənim əmma ki bilirsən halım, ki nisa zümrəsinə məyalım, meyliyəm. Zəhriyə nail olur mərri yaxım. Şurada mirrixim, bilmirəm, bəlkə bir oxur. Zöhriyə nail olur mirrixim. Salanur öylə kəbabə. Çox açıqdır, gedim mən. Buradan geçək gedək. Çox açıq bir şeirdir zahirən. Elə şeydə ər-arvad arasında oxuyub bundan şad olmaq məsələsi. Buna tay Allah rəhmət eləsin, Kəriminin də bir gözəl şeirləri var idi. Mərağəli Kərimi Allah rəhmət eləsin. Mən əslində uşaqlıqda deyək 18 yaşıma qədər Türkçə çoxlu kitab oxumuşdum. Və bu kitablar normalda ya Kərimidən idi, ya məsələn Şah İsmailin nağılı idi, Koroğlunun nağılı idi. Bu cür bir şeylər oxumuşdum. Amma ondan sonra yavaş-yavaş hər şey, dünya dəyişdi. Gedək bunun, çünki 2 nəfər arası olacaq bu kitab, çox bunu gedək 25-ci səhifəsindən biraz oxuyaq, görək nədir. Sifəti hüsn-i füzundur, nədir? Oxumur dovvumi. Eylə bir möcüzəsi İsa'dəm. Eylə bir möcüzəsi İsa'dəm. İsa Həzrətləri dodaqları ilə zahirən qəmşi qoyub püfləyəndə adamlar dirilirmişlər. Bu da deyir ki, eylə bir möcüzəsi İsa'dəm.
غنچه تازه گدان مریم، غنچه تازه قد آن مریم. حسن آن اهل نسایی مریم، hüsnüdan əhli nisai Məryəm, hər biri hüsnlə olmuş əfrix. Didəsində nicəhu məstanə, sanki topxanədə bir meyxana, topxanada bir meyxana. Çox gözəl şeir deyir əslində. Didəsində nicəhu məstanə, sanki topxanədə meyxana. Bir meyxana. Hazır ol elbise-i cunacun. Hazır ol. Ehtimalən bu hazır olmayacaq. Nədir daha yaxşı gəlir nəzərimə. Nədir ol elbise-i cunacun? Nədir ol qəd nəhani mozun? Bu oxuya bilmirəm nə mənadır. Su sevdikam Rum ola ya Afrinci. Sevdikim ehtimalən orada sevdikam belə bir şey yazıbdır. Sevdikam Rum ola ya Afrinci. Afrinci fərəngi həman. Sairin hüsnünə dəyməz rənci. Basılır sən o gözəllərlə bəsəl, asılır səndə fərəngiyə əsl. Həb kilisay visali açıq, həb kilisay visali açıq, ana amma girəməz fasıq, hər fasıq. Sadə rəva vu ləməli zənparələri, sadə rəva vu bilmirəm ləməli zənparələri, anda heç olmaya muyun əsəri. Çox açıqdır, çox açıqdır. Mən bunları oxumağa dahi eyşi tabəndigi meydan həvəs, səmə pərdaz biyaban həvəs, qərədir ruyi zəni cənganə, ya anda simin ola mərcananə. Bə'zu qilman bulunur ziba, bəd olur zəttələri sərtapa. Bilmirəm nə deməkdir. Dil qərə cəhrə, dili qərə çehrə, qərə cərcə qərə, iki dünyası qərə ol fəqəra, fuqəra həman. Qoca sənə naz edə, qocasına naz edincə o çövkəb, ruy napaşinə tutar bir qil ələk, bir qıl ələk ehtimalən. Zikri nisvani belad Rum. Aha, zikri nisvani belad Rum. Burada Rumluların xanımların istifadəsinin ki nədir? Ey şəhənşahi qəzayı sinəm. Ey şəhənşahi qəzayı sinəm. Cuşeyi pirayı sarayı sinəm. Rum əhli zənləri şikl-i huri. Rum eli zənləri şikl-i huri. Zəni İstanbul'a benzer turi. O semen teble ruyi cülfam. O semen teble ruyi cülfam. Birbirine mütenasip endam. Tur irfana bütün maildir. Tur da yani torçu atarlar mesela, kuş tutarlar ya balık tutarlar o. Tur irfana bütün maildir. Terbiyyət eyləməkə qabildir. Səkkerin su ilə söylər ilə
velhasil, səkkerin söylər ilə velhasil, eyləmək anı mürəbba qabil. Söz uzar cümlə qələm miqdari, rəhməhu hüsn bəha bəhadır oblar. نمونه سش احوال زنی Əzənbud, Arnavut xanımların haqqında zahirən adam oturub hərc edir. Tatar, məsələn, Tatar xanımları, nə sifəti haləti zənani boştaq. Burada boştaq, burada zəni Ərnəbud. Oturub da hər xanımların Gürcü xanımlar, o birisi kimdir? Zənani Çərkəz xanımları. Calibdir bunu oxuya adamlar, bunları bilərlər ki, məsələn, xanımlara görə nə cür düşünülmüş. Üstündə, məsələn, Yahud, Nisvan Yahud burada yazıbdır. Baxaq şurada bu nədir? Calibdir. Halət-i zənani Ərməni. Ərmənilərin xanımları burada. Bunu oxuyacağım. Sifət-i hüsn-i zəni Rum. Buradan başlayır əlbəttə. Sifət-i hüsni nəməni zovvum o xumru. Ey sifət-i hüsni zəni Rum. Görək ki, nə yazıbdır? Ey kilisayı bila naqusi. Naqussuz kilisa. Rumlular. Yəni, kilisa kimi hər kəs gəlsin ora, amma kilisanın bir zəngi var, onu vurarlar, gələr çox vaxt. Amma deyir ki, zəngisiz kilisadır var. Ey kilisayı bila naqusi, milləti İsa'nın namusi, nənə mailsən, nənə mailsən ömrüm vari, söylədin Rum qızı olsun yari, sevdicün Rum qızı olsun yari, ya da bari. Məşrəbi əhl-i səfadə zira, doxtər-i Rumə izin var cana. Məşrəbi əhl-i səfadə zira, doxtər-i Rumə izin var cana. Cilvə-i gəncinəsi Rum qızlarıdır. Cilvə gəncinəsi Rum qızlarıdır. Həb nisanun dəxi faizləridir. Faiz burada yəni izafə, gözəl. Mən bunu yazsam faiz və faizə də buradan gəlir. Yəni bu kəlmədən faiz və faizə. Eydad. Faiz və faizə. Bu iki ad ərəb dilindən gəlir və kökləri fouz kəlməsindəndir. Osmanlı və Azərbaycan kilası ədəbiyyatında da çox işlənib. Kök etibarilə mənaları eyni, amma qramir baxımından cinsiyyəti qadın-kişi fərqlidir. Faiz bu ad kişi adı olaraq işlənir. Mənası zəfər qazanan hər hansı bir yarışda, savaşda və ya çətinliklə qalib gələn. Faiz bu anlamdadır. Nail olan, arzusuna, məqsədinə çatan, qurtuluşa çatan, çətin bir durumdan uğurla çıxan. Bu anlamda kişilərdə işlənir. Xanımlarda isə faizə. Bu ad faiz kəlməsinin qadın cinsindəki formasıdır. Mənası müvəffəqiyyət qazanan qadın, nailiyyət əldə edən uğurlu, feyz verən. Bəzi köhnə mətnlərdə feyz və bərəkət yayan mənasına da kinayə olunur. Tarixi bir nöqtə, iqtisadi fərq. Tamam, bunlardan keçək. Faiz və faizənin istiqlaq. Nədir ol ancə miyani nazük? Nadir söz olacaq. Nadir ol ancə miyani nazük. Nədir ol ğunça dəhani nazük? Nədir ol nazi o kəlami dilkeş? O təmayül, o xərami dilkeş. Nədir ol qaməti sərvi bala?
نو نو فدان نو فیدان فیدان sözü نو فیدان چمنü sün خدا آنده ol غمزه müstesna نه در نه diğer yani آنده ol غمزه müstesna نه dere nedir ol cünbüş bikane ne dere ya nedir ana məxsus o təğaful o əda ana mövquf o təkəllüm o səda dil ucilə o hurufi icra dil ucilə o hurufi icra şivelərlə o kəlami rəna dür şəhsəvari kəlami dizilir dürri şəhsəvari kəlami düzülür. Burada kəlamı siliblər, təzəşdən yazıblar, o bəlli olur. Sanki ağzında gəlincə əzilir. Dilinə gəlsə də bir hərf səkil, həm fəm paki anı eylər təxlil. Dəhəni tərbiyə eylər suxəni, çi məzəli suxəni dür dəhəni. چه مزلی سخنی در دهنی her bir natiqi tutidir her biri natiqli tutidir kuş dili onlara meşrutidir kuş dili onlara meşrutidir diye bin naz ederek Qunçələbi Həzrətün badə içərsən sələbi Tolulər busə ölə busələr atulsun Tolulər dolular Tolulər busə ölə busələr tolsun Sən həman iç apasam eşq olsun Hala bunlardan çox erməniyə bir baxaq şurası Bu da çox uzundur, əlbəttə istəmirəm. Burada sifəti haləti zənان ərməni. Ey fərəh yabi səfayı vəslət, ahuy dəşt gəzay vəslət, təni bəd şیوه‌سی bəd söhbəti bəd, tur bəd caməsi bəd, heyəti bəd. Buna nə çox pis sözlər dedi. Nədir onda o vugur ana روشن nedir anda o vugurane raviş kızlarında dahi pirane raviş hele oğlanları ölmez dilcu tulmuş ol çehre napaçine mu şimdi onlarda necə zat pəlid ravişi rume ederler təqlid tamam buradan geçək çox baxıbdı pis baxıbdı ermənilərə həm qızlarına həm oğlanlarına çox pis baxıbdı insafən bir növ nəzarətpərəstliğinə desək baxıbdı onlara ya düşmənçiliğinə baxıbdı yeri var sifət-i nisvan yəhudlardan görək nə deyir ey bəlayı dəğəli xas cəhan bilirsiniz ki indi bunu əvvəldə deyim sonra bu şeiri oxuyaq Yahudiyyətdə erkeğin anlamı çox əşadır. Əsl qadındır, xanımlardır. Onun üçün də Yahudiyyətdə məsələn mən bu günləri İslamdan çıxım gedim Yahudi olum olmaz. İndi qəbul edirlər amma olmaz. Yəni şərən düz deyim. Yahudi kimdir? Yahudi budur ki, məsələn mən bir dənə Yahudi xanımla evlənirəm, uşaqlarım olsa hamısı Yahudi olar. Çünki xanım əsasdır, xanım doğucudur, o Yahudini doğar. Yahudi ayrı yerdən gəlməz. Yahudi arvad gərək Yahudi doğar. Yahudi, ey bəlayı dəğəli xas cəhan, nigəhi sənin məhnün dövran, nigəhi səngi məhəngi dövran, məhək daşıdır deyir. Nücəhi baxışı nücəhi səngi məhəngi dövran bədliqadur zənim mürdar yəhud bədləqadur zəni mürdar yəhud
Cümlə muhəşdür o qovmi mərdud. Vəhşi sözü muvəhhiş yerə yoxlayaq. Muhişdir. Cümlə muhişdir o qovmi mərdud. Tən napaçə bəyaz beyhəcib yox. Deyir, ağ deyirlər. Tən napaçə bəyaz beyhədqi, behcəti yox. Bərq həlvası kimi ləzzəti yox. موی زر دوزخ زردود تنی زرد موی زرد و رخ زرد و من دوزخ خومشامونه موی زرد و رخ زرد و تنی زرد وحشی ملت وحyi dahi məskuden əşəd. Nə deməkdir, baş tapmadım. Vəslinə olur ikən xahişgər, verayken iştə qəşər malum da. Tamam, oxuya bilmədim onu. Sifəti bu nəmələdir? Hənganə. Ey şitabəndi meydan həvəs, səm pərvaz بیابان həvəs, قرد روی زنی جنکانه cetkanə. Bu nə deməkdir bilmirəm. Anda simin ola mərcananə. Onda simin oləməz cananə. Bəzi qilman bulunur ziba, bəd olur zəttələri sərtapa. Bu da olardı deyir ki, yaxçı olmazlar. Əznəbud, Arnabud həman, Arnabuddular. Ey xəram urbağı nüxuvvət. Bunlar bağı nüxuvvət deyir. Bunlar yəni çox məğrur arvadlardılar. Arnahudlar. Ey xəram urbağı nüxuvvət, nicəhi sinə şikafi afət. Çünki baxışı da ki, sinə şikafdır. Ərnəbudinin zəni xubruy olmaz. Ərnəbudidən eləhdə bulur. Ərnəbudidən زنی خوبروی olmaz. Tur ziba qəd o viçuda olmaz. Vücud ehtimalı viçud yazıbdır. Cabeca olsa da hüsni ani, bəd olur qaideyi ərkani. Bəd olur gərçi o millətdə zənan, xoş olur anda cüruhi gılman. Oğlanları deyir gözəldir. Tamam. Buradan geçək. Boşnaqlar nəcürdür? Ey həvəskari visali boşnaq, olmasın həsrəti əməli başın at. Ey həvəskari visali boşnaq, olmasın həsrəti, aha burada, həsrəti vəhşidir, əmələ başın at. Vəhşidir. Vəhşidir təb'i zənani boşnaq, mar zənbarəyə verməz tırnaq. Mar zənbarəyə verməz tırnaq. Var zənanində necə müstəsna, necə bir qonca paçı ziba, bulunur anda miyan و غلمان, necə bir dilbəri paçizə cavan. Olmuş əmma ki bütün bu millət təb و əxlaqına qalib hiddət, güya fitrəti hər əzası آهن و آتش دی اجزاسی görməmiş tinəti ateş zani ünsürü badu turabi nari. Tamam, bu da bunları Tatarlara. Ey mir-atı cəmali mərhub. Ha, gəldi buna gözəl dedi Tatarlara. Ey mir-at cəmali mərhub. Olmuş ayini hər zişt xub. Hər ki deyir pisliği yaxşı görsələr. Zəni tatar oləməz vəsfi səza. Zəni tatar oləməz vəsfə səza. Canəvər çehrələri meymun simaat. Xərabladı ki. Cümləsində o müşabih xilqət onların cinsinə məxsus halət. Tamam, burada da oxumayaq. Burada da çox pis dedi. Əslində hamını pislir, yəni xanım tayfasından düşmənçiliği var bunun. Zikri məthi zənanı gürci.
burada məth eləyəcəkdir. Çünki orada sifətlərin deyildi, burada məth eləyəcək gürcüləri. İki səhrayı dilə şir zənən. İki səhrayı dilə şir jiyan tən nərmini با موگدن pambıq ehtimalən ərslan. İki səhrayı dilə şir zənən tən nərmini با موگدن ərslan مهر و مه yüzü زنان gürci avci افلاک سعادت bürci nədir ol cazibeyi hoşruba nədir ol çeşmi dəxi müstəsna kaseyi hüsnü dəcül ləbriz kaseyi hüsnü denil dəcüldür ləbriz لیک olur cazibəsi şurəngiz arayə hüsnü o miqdar olsun qüvvəti cazibəsi var olsun vermiş o qövmə cənabi xəllaq dayi zivər hüsnü əxlaq dabeyi zivər hüsnü əxlaq. Tamam, burada da bunları təriflədi. Çərkəz xanımlar, yox, tatarları da ki demişdik. Çərkəz xanımları nədirdir? Eyrux didə rubai xurşid Eyrux didə rubai xurşid şibəsi غیته فرای ناهید Çərkəz qızları məhpare olur. Anda eşq nə ki istərsə, anda eşq nə ki istərsə bulur. Ləb ruh olməskən meyxanə. Rəb ruh olmuş ikən meyxanə, didələr olsa nolə məstanə. Nəxl و valای qədi möhkəmdir. Sanki mah yüzünə bir səlmdir. Nə deməkdir bilmədim. Anadır payı nəzərlə çıxılır. Dideyi qəlbə amma yəsilur. Çünki yaqut bir ateşdir odu dağ oldu əksi dili uşaq dodaq. Tamam, buradan da geçək. Orada tərsaman nədir? Zikr bəzi ərləməli tərsaman. Bilmirəm nə. Eqrun sirəti nixvət. Qəmzəsi namzi hər millət. Zəni bədsehrə olur bəndanın. Hüsnü yox hasili o büldanın. Alma ağuşə zəni bulğari. Cümlənin akbəhidir murdari. Baxma nisvanına heç xərvatun. Xəravat ehtimalən Bulqaristanın bir tərəfində olacaqdır. Baxma nisvanına heç xəravatun. Xərvat. Zehnimə kəlmə gəldi, amma çıxdı. Baxma nisvanına heç xərvatun. Pak eylə eysə məşrəb təb'i zəvatun. Nə qədər birbəl isə qılmani, o qədər bəd olur nisvani. Tamam, bu da onlardan. Gələk xanımları, bunun bir xanımlarla düşmənçiliği var. Zikri nisa millətlə. Ey nicahi mərd əhli fəsad. Zülfü zənən miyani zuhad. Ləhlistan həman. Ləh nisasi, ləhlistan. Ləhlərin məmləkəti. Ləh nisasi həb olur müstəsna. O gözəl tələt ilə qəddi bala. Yürüdükcə davu miyan mumtaz. Yürüdükcə davu miyani mumtaz. Söylədikcə o dəhani mumtaz. Hər biri fənni zinadə üstə. Usta həman. Hər biri fənni zinadə üstə. Usta.
can verir mahəsəli zən dosta. Hər halda xülasəsi budur ki, xanımları sevənə can verir. Bunlar haralıydı dedi? Lehistandılar. Hər biri fənni zənadə usta, can verir mahəsəli zən dosta. Gərçə nazükdür o pakizə bədən, neyləyim əsli Yahudilərdən. Bir dənə zikr nisvani güruhi nəmənə. Nəmçə. Eyruxu şəm'eyi deyru ruhban. Qəmzəsi budkədeyi betri yəqan. Nəmçənin zənləri nar qutusudur. Nəmçənin zənləri nar qutusudur. Həb nəsaz mərrəsinin, həm nisa zümrəsinin cadusudur. Anda nəlsun, anda dolsun o təni bulluri. Anda tolsun o təni bulluri. Nədir ol sahib siyah səmmuri. Öyle nazik o vücudi paki, girər həm ilə acılır caki. Baş tapmadım. Mən bunların çoxun qədimi şeydir. Millət-i Rus'dur. Millət-i Rus'u da çox tohin edibdir. Sifət-i qub-i zəni millət-i Rus. Ey kilisayı zəlalət ayin. Əslən bunların kilisası gümrah edir xanımları yəni. Ey kilisayı zəlalət ayin. Vey cəlisayı hasəti tərnin. Hətta indi Türkiyədə bu şey vardı. Uruslu ki deyirlər, yəni Ruslu qızda. Bizdə Rus demərik, Urus deyərik. Türkçədə bizdə R ilə başlanmır. Onun üçün Urus deyərik. Uruslu da ki deyirlər, həmin yəni Ruslu. Ona görə burada da elə oradan başlayır. Yəni əvvəldə qəzavət budur ki, bunlar pisdirlər. Ey kəlisayı zəlalət ayin və cəlisayı hasət tərnin. Bəd olur cümlə zəni millət Rus, sarı yüzlü, mavi gözlü mənhus, kiminin çeşmi bəyaz qar gibi. Kiminin çeşmi bəyaz qar gibi, zahiri öylə, suf mar gibi. Bəli fərxundə hərarət vafir, bəli fərxundə hərarət vafir, sanki şeytan ocağıdır kafir. Müqtezai əsər و آب و hava, tutuşur batini hər sübhü məsa. Həbəşilər kimi budə dəxi, bakır olurdu səlbiyəsi. Baş topladı bir yanımda. Şöyle kəndicə onarü şəhbət, şöləndikcə naru şəhvət, onun itfasına mühtac əlbət. O səbəb cümlələri fahişədir. Allah Allah. Heyəti çehrələri muhişədir. Hər halda bundan da geçək. Burada da qəzavət edibdir. Çox pis. Zikr haləti zəni qızıl almadır. Ey zənaxdan qız almadır. Ey zənaxdan qızıl almadır. Miveyi bəxtə əyadır. Qunçədir hüsnü zəni əfrəncə, tən safiləri simin gülcə. Anda məhkəmədir əsas zinət. Dürlüdür ləvav libas zinət. Bağışla bana. Anlərə bazitə qilman mühməl, ancaq anlərdə zənan müstəəməl. Bu dəxi xaric ayin bəşər, toğrur zənləri əksər ro beşər. İngilislərə görə nə deyibdir? Oxumuram, yəni çoxunu oxumaram. Hərəsindən bir kəlmə, iki kəlmə, 3-4 beyt oxuram. İngilislər.
ای که خالی سیهی هندوستان، türresi millet Afranzistan. Onların zenleri hoş simadır, hoş ada, hoş ruş zibadır. Bu ingilislər görürsünüz da nə cür tərif elədi. Çünki bizdə dedim bir ingilis şeyi var. Ruh alu külah sədrənc verir. Ruh alu külah sədrənc verir. Dəhəni bülbülə ahəng verir. Cümləsi pak təbiətdülər, dürlər. Cümləsi pak təbiətdürlər. Maili zivər zinətdürlər. Nədir o təntəneyi arayiş? Səri ləbəndə nədir ol alayiş? Tilismi gənc nəhani buzlur, bozulur. Tilismi gənc nəhani bozulur. Ana al ürmədən ol cözülür. Deyir ona əl vurmadan o özü açılır. Bunun dahi gedək, qutardı əlbəttə, bu qədər imiş. Zikr halət zəni fəkməng. Ey belayı dil əhli fərənc. Ey belayı dil əhli fərhəng. Olməz sal zənani fəlmək. Bura har olur? Filmin rəvişi nisvani bəd olur qayət ilə ərkani. Zəfərani həb olur çehrələri. Cazibədən zərrəcə yox bəhrələri. Zən و غilman həb bədtər. Cinsi murdari Yahudə bənzər. Tamam, bu da yox. Dünyayı cədid Amerikanı deyir. Zikri halət-i zənan dünyayı cədid. Ey xəraməndi bağı ümid, bəxç şیvədə dünyayı cədid. Yeki dünya yengi aman. Yengi dünya zəniz bəd surətdür. Şikli heyvanda bəd övrətdür. Tifli rəhmində yedi turur. Tifli rəhmində 7 mah turur. Sanki yılda 2 dəfə toğurur. Allah Allah. Amrinah. Gafil. Ne mənə də oxuya bilmədim. Ey tələbkar səfai ərvah, cərmit olmə həvəs nikah. Nəsl üçün aradə bir alətdir. Təb'i heyvanə həman adətdir. Sana verərlərsə əgər üzr ahi, Doxtəri Qeysər ilə Kəsrai. Sana versələr əgər üzrai, Doxtəri Qeysər ilə Kəsrai. Düşmə bu mehnətə dünyada ikən, qeydə bəğlənmə sər azadə ikən. Demiş əslafidə ol nayi pir, böyle xeyridə olmuş təqrir. Tamam, buradan da geçək sidaq. Qıssa-i hammam. Buradan da hamam qıssəsi başlanır ki, nə gəlir, nə gedir. Cümlə əhl-i məhəllə və imam-i Pambuzunə. Dərbəyani türəri fitti cima. Tamam, bu çox açıq bir şeydir. Əslində xanımlar haqqında deyil. Əlbəttə gördük ki, xanımlar haqqındadır, amma insafən insani baxmır. Yəni qeyri-insani baxır. Bunu mən deyirəm ki, xanımların haqqında və ya xanımlar yazıblar. Onun görə buna çox vaxt qoymaq istədim, amma o anlamda olmadı. Yəni istədiyim olmadı. O kitab ki, mən düşünürdüm, o deyil. Çox qeyri-insani baxıbdı xanımlara. Tarixzat da görmədik. Əvvəlində ki, yox idi. Axırına da bir gedək, onun axırına da bir baxaq. Görək, bəlkə axirində buna bir tarix yazar. Xatimi در ستایش جناب
Ali. İşte ey tişne خونی canım, çeşmi deryur kerdi imanım. Fakidi gafiye, gafiden gafe şitaban oldum. Hüdhüdi bezmi Süleyman oldum. Rüb'ü meskuni beyan ettim hab, ihtisar üzere beyan ettim hab. Qişr badame qudum tib mileli. Oqyan takim bülməyə heç müləli. Eyləsən cümlə biladi təfsil, nüsəxüm üsrətli olur cildi səqil. Bəndə bilməm ki bu zor əndişə, cinsi də ali həb dür şişə. Cinsi də aləmi həb dür şişə. Bürühnə gəldi bütün fərmanın, əmr valayi rəf'ü şanun. Dəxi əmr etsə dəhani pakün, halini söylər edəm əflakün. Bəlkə əhval behişt و دوزخ dəxi həb aləm و eyb و bərzəx. Aləmi qeyb و bərzəx ehtimalən. Tamam, burada istedim görün bəlkə bir şey deyər. Xatimə در ستایش نمنه جناب عالی. حضرت راتب افندیه سزا. راتب چی میمیش؟ حضرت راتب افندیه سزا olsa bu nami زیبا اهدا ذات والاس رأس الکاتب. ذات والاس والان احتمال والاس والاک رأس الناب طبع و جالاکی امید البلغا. رأس الکاب رأس الناب. فکر تدبیر ile پسند الجمهور. فکر تدبیر ile پسند الجمهور قلمی شبه چشایی یا چشا و زیبا. Şeir beləsi, bu şeir demədilər, buna dedilər şeydir. Himməti əşrəfinə nə yapa, nə paya. Himməti əşrəfinə nə paya. Nərdiban olsa sipehri vala, buldu ismiyle bu xuban namə. Adı xuban namədir. Surət dilbər و پاک و rəna. Güya cümlə milal gəlmişidir, xaç payinə ölə nahiyə sa. Bəndi در cahine gəldim fazil, sidq ilə eyləməgə ərz dua. Ömrün iqbal ilə əfzun olsun, ey kərəm kar güruhi şüəra. Buləyim məsnəd و valadə səni, dövlət-ü rəfət ilə sübh məsa. Böyle bir vaxt istəmdə takim, edəlüm sana fələkdən şəkva. Eyliyə zat şərifin daim, sədr و dövlətdə Cənab-ı Mola. Kurtardı. Burada bir şey fakat adı bu adam kimdir? Hazreti Radib Efendi. Görək bu Radib Efendiyə görə bir şey. Radib Efendi kimdir? Ratib Əfəndi, tam adı Əbubəkr Ratib Əfəndi, 18-ci əsrin sonlarında Osmanlı dövlətinin ən önəmli diplomatlarından, bürokratlarından və islahatçı ziyalılarından biri idi. O, Osmanlının müasirləşmə tarixində böyük bir dönüş nöqtəsi sayılan Nizami Cədid, yeni düzən dövrünün fikir memarlarındandır. Ratib Əfəndi haqqında bilməniz gerəkən ən önəmli nöqtələr bunlardır. Viyana səfirliyi və məşhur sifarətxana. 1791-ci ildə Sultan
3-cü Səlim tərəfindən Otriş Macaristan İmperatorluğunun paytaxtı Viyanaya səfir olaraq göndərildi. Onun əsl vəzifəsi yalnız diplomatik danışıqlar deyil, bəlkə Avropanın nəyə bu qədər gücləndiyini araşdırmaq idi. Nəticə, o, qayıtdıqdan sonra 500 səhifədən çox böyük bir sifarətnamə yazdı. Bu əsər Avropanın hərbi, idari, iqtisadi və ictimai quruluşunu Osmanlıya tanıtdıran ən ətraflı raport idi. Nizami Cədidi proqramı Ratib Əfəndinin və Viyanadan gətirdiyi məlumatlar Sultan 3-cü Səlimin ortaya qoyduğu Nizami Cədid islahatları üçün bir yol xəritəsi oldu. O, Avropa tipli bir ordunun qurulmasını, vergi sisteminin düzəlməsini və müasir təlimin zəruri olduğunu müdafiə edirdi. Dövlət adamı kimi yüksəliş və rəisül-kitab, orada da rəisül-kitab imiş elə o bəs, rəisül-kitablıq. O, Osmanlı dövlətində Xarici İşlər Nazirliyi ilə bərabər olan rəisül-kitab vəzifəsinə qədər yüksəldi. Eyni zamanda böyük bir divan şairi və katibi idi. Əcəba bunun özüdür, Fazil bunun şeir adıdır, amma orada burada bir oxuyarıq. Trajik soni, Ratib Əfəndinin həyatı nə yazıq ki, saray içindəki çəkişmələr nəticəsində faciəli bitdi. Xəyanət ithamı, o, islahatları ilə köhnə sistemi, yeniçeriləri və mühafizəkarları narahat etmişdi. Sürgün və ölüm 1796-cı ildə vəzifədən alındı. Öncə Rudus adasına sürgün edildi və 1799-cu ildə orada edam edildi. Niyə önəmlidir? Ratib Əfəndi Osmanlının Avropanı düşmən kimi görməkdən çıxıb, onu öyrənilməsi gərəkən bir rəqib kimi görməsini təmin edən ilk adamlardan biri idi. Tamam. Pəs bu adam, indi bu şeiri bir də oxusaq, görərik ki, bu elə o olacaq, ehtimalən o olacaq. Bir də buranı gəlsək, deyəcək ki, burada Həzrəti Ratib Əfəndiyə, buradan üstdən biraz oxuyaq, şöyle bəlkə üstdə bir şey yazar. Dinlə oldu əməli pərvanım, söz ateşdən ana pərvanım. Eylərəm düşmənə daim həmlə, səf-i ə'dada fələk əz cümlə. Minnəti ruhi çəkərsə cismim, xaç oldum qalmiyə ismim rəsmim. Dar firdevsi girərkən fərza, qılsa dərbani kəczayi əda, دوزخه رویم آبدرم تحویل دوزخه رویم ederəm təhvil etizar etsə də dönməm Cəbril qələmə ya Rəbbəni qılma ya Rəbbəni xəlqə mühtac bir sərim dar çəkəməz nöqlət tac siqlət tac bir sərim var çəkəməz siqlət tac gəlmişəm babi inayət evinə tövbə ya Rəbb günəhdən tövbə. Xatiməsi buydu eləcənə Həzrəti Ratib Əfəndiyə səza olsa bu nami ziba ehda. Yox, bu ehda edir ona. Pəs Ratib Əfəndi, bu kitab Ratib Əfəndi zamanı olsa, Ratib Əfəndi zamanında dediği kimi, burada şey dedi ki 1996-da vəzifədən alınıbdır. Deyək ki, bu da, məsələn, əlbəttə bunun Ratib Əfəndinin tarixlərin hicri yazar mısın? Görək ki, yazar bilir ya yox bunları. Ki, görək bir şeydə izafi bir şey çıxadı. Ta, aha, 1100
1363-də doğulubdur. Çağ, buradan çıxartmaq olar ki, Osmanlı çağın hansıdır? Dedi əlbəttə, çağ dedi kimdir? 3-cü Səlim. 3-cü Sultan Səlim xan dövründə. Ratib Əfəndi havaq olubdur. 1900 deyir ki, Ratib Əfəndi doğumu 1163-də doğulubdur. Viyana səfirliyi 1206-da olubdur. Burada onu demək, bu dedi 97-də öldürüblər. Okey, burada şeydir. 1792. 1791-də gedibdir səfirliyə, yəni 1206 olar. Sifarətnamə yazdığı 1207-də 1 il qalıbdır, onu yazıbdır, qeydibdir. Rəis-ül-Küttab vəzifəsinə girməsi 1209-da olubdur, 2 il sonra. Vəzifədən alınması 1211-də 2 il, 3 il yağ çəkibdir, 2 il. Yox, 3 il yağ çəkibdir, 3 ildən biraz. Bu zaman və edamı da 1214. Yaxşı, bu kitab bu zamanda yazılıb. Yəni bu Rəis-ül-Küttab olduğu zaman hansıdır? 2009 ilə 2011 arası. Bu zaman yazılıb bu kitab. Yaxşı, 2010-da yazılıb məsələn. 1210-da. Yazılma tarixi 1210. Hicri qəməri. Yəni, onlar 200 neçə il. İndi bunu biraz da bunun haqqında bir tozih versəm. 1447 yox, bundan çıxsaq. 1210. Bu kitab 237 il bundan qabaq yazılıbdır. Tamam. Bu kitabda görürük ki, gedib adam batıya, 1 il qalıb orada, yaxşı düşüncələr gətiribdir. Amma bunun yanında batılılığı da gətiribdir. Yəni, batılılığı da, onun üçün deyirəm, bu əl yazma kitablar içində 250 ildən aşağı olsa biz batılılaşırıq. Biz bir batı sevgisinə mübtəla oluruq və özümüzə düşmən çıxırıq əslində. Gedək bir ayrı kitabı açaq, görək ki, bu ayrı kitabda bizə nə deyir? Bu kitab adı Fəzaildir. O kitabdan ki, deyib gülməyə olar, amma vaqəən tohin üçün çox tohin vardı, heç ona adam eləməsə yaxşıdır. Yəni, ədəbi cəhətdən də mən bir dərinlik görmədim, amma hər halda. Dədələrimiz yazıblar. Yəni, bu vaqiyə eləyək ki, belə bir kitab yazılıbdır. Xanımların haqqında çox da aşağı baxır xanımlar. Təəssüflə. İkinci kitab ki, bugün istirik baxaq. Adı Hikmət-i Fəzaildir. 4 kitabdır, yəni 1, 2, 3, 4, indi neçədən adı. 1132-ci ildə PDF-in başında yazdıqları budur ki, qəməri ilində yazılıbdır 270 səhifədə. Kitabın əvvəl şeyinə baxaq. Görürük bu kitab da köhnədir, çox köhnəlibdir. Şirazəsi cırılıbdır. İplərlə ki, şirazəni tikirlər, kağazı bir-birinə tikirlər. O iplər də sökülübdür. Və görünür ki, bəzi qismətləri kitabın çürüyübdür, ya cırılıbdır, tökülübdür filan bəhman. İkinci səhifədə, yəni kitabın burada 135 yazır, PDF-in özü, şumarələrin 135 göstərir, yəni bu onlar 270, üstədə 270 yazır. Niyə o cürsü? Çünki bu, hər PDF-in hər səhifəsində biz 2 səfə görürük. Osmanlı dövründə yazılması çox bəllidir. Çünki aşağıda Bismillahirrahmanirrahim bir təzhibin içindədir. Sonra onun üstündə
dedik o günbəz kimidir ki, içi gülünəndir və eşikdə də bir şeylər oradan çıxır eşiyə. Bu dedik ki, toplumu və insanın içi və toplumu təmsil edir. Məncə bu kitaba diqqət eləsəz görürsünüz ki, kitab ki belə açılıbdır orta Şirazə. Şirazədə elə bir şeyimiz qələm bu cür oldu. Yox, o həmin kitabı ki ip ilə tikiblər, ip sökülübdür. O ipi burada görürük. Nəzərimə o cür gəlir, amma indi baxdım bu tərəfə görürəm ki, yox, bu sökülməyib. Burada elə bir ki, rəh tökülüb, cöhər tökülübdür, ya su gedibdir, cöhər o cür olubdur. Hər halda kitabın görürük ki, çox bir qalin çərçivə çəkiblər, onun içində yazıblar. Sətirlər çox bir-birlərinə yaxın, kəlmələr də bir-birlərindən pis deyil, yaxşı deyil. Bu kitabı oxumaq olar, oxuya bilərəm inşallah Taala. Biraz zəhmət bəlkə aparar, amma oxuyaram. Kitabın amma ortasına baxanda görürəm ki, bununla belə ki, mən dedim bu cöhərdir, amma ola bilər cöhər olsun. Çünki qıraqda da bu var. Hər yerdə bu cöhəri görürük. Qıraqda filonda dağılıbdır. Kitabın ortasında bu dağılıbdır. Təəssüflə bunu hər yerdə görürük. Bu şəkildə kitab sonralar o dövrəki çərçivə 2 dənə qırmızı xətt ilə çərçivə çizir və o cizgi ilə davam edir. Kitabın boyu uzun gəlir elə bir nəzərə. PDF-in 19-cu səhifəsində kitabın 1-ci bölümü qurtarır ya da 1-ci kitab qurtarır. Buna bir baxaq görək ki, əcəba bunun bir tarixi varmı, yoxmu? Bunu bir baxsaq yaxşı olar. Görək aşağıda cami olduqdan sonra 5 tür dəxi nəfəsində gödər, kəşfi həramıdır. İstədim görüm, axırda bir tarix var, tarix yoxdur. Yazmayıbdır. Hər halda bunu burada gördük ki, birinci bölüm 19-cu səhifədə qurtarır, ikinci səfər sonra başlanır Kitab-ı Əl-Fəzl və Nəval. Buradan başlanır, əvvəlimcisinin adı nə idi, onu baxmadıq. Burada o dövrəsinə ehtimalən burada da qırmızı ilə çərçivə çəkiblər. Əvvəl 2 səhifədə biraz da qəri ilə rəhləyiblər, amma ikinci səhifədən bu elə bir ya çəkilməyib, ya da çəkilsə çox rəngi azdır, görsənmir. 3-cü səhifədə əslən görsənmir, amma elə bir şey varmış. 4-cü səhifədə daha belə varmış, amma çox gedibdir. Yəni bunun o dövrəsindəki çərçivə çəkiblər, o gedibdir. Qeyril məğzub əleyhim vələzzalin ehtimalən təfsirdir bu. Amin də burada yazıbdır. Kitabı bu şəkildə baxa-baxa gedirik, görək ki, bu səhifə hangi səhifədir? 48-ci səhifədə görürük ki, rəh çox qatışıbdır, o qədər qatışıbdır ki, mətnin içindəki yazını siliblər. Yəni, əslində demək olar ki, burada yazını bəzi yerdə silmək üçün o rəngi qatıblar. Bu əmdidir, çünki bir şeyi silibdir, parça ilə ya bir şey ilə su töküləndən sonra siliblər. Cəlibdir ki, bunun rəngi də çox keyfiyyəti yaxşı olmadığı üçün elə rahatca gedibdir, kitabdan qopubdur. Aynı vəziyyətdə baxırıq, kitabın hər yerində o rəhlər tökülübdür, nədənsə bu rəh niyə belə tökülübdür? O bir mənə sual əlamətidir ki, tamam səfərlərdə görsənir bu. Fəqət ortada olsa deyərəm ki, o kitabı tikiblər, o tikiklər, iplər ki, ondan tikiblər, ya saplar ki, tikiblər, o saplar sökülüb durub burada görürük, amma kitabın qıraqlarında da vardı bu rəng, ona görə bu sadəcə şey deyil. Burada da bir şey görürəm, nəzərimə ki, burada Fəttah və Saya deyə belə zahirən Allahın adları haqqında şeir idi, yazır. Kitabın 2-ci bölümü də 108-ci səhifədə qurtarır. Burada bir baxaq görək ki, bunun əcəba burada tarix olur elə bir, baxın görüm. Necət məqbul olsun kim, anda var hüsn xitab, həqiqə, həqqiya tərif üçün tarixini edim, anın 1137-də oldu tamam iş bu kitab. Yazanın adı Həqqidir. Ehtimalən o məşhur Həqqi ki, buradan ondan bir neçə kitab oxumuşuq. O olacaq. Bu birinci kitabı ki oxumuşduq. İkinci kitabın da adı
Hikməti Fəzail tarix yazı tarixi özü burada yazdığı üçün yazıb ki, tərif üçün tarixini edim anın 1137 1137 oldu tamam iş bu kitab. Hicri qəməri. Yəni neçə il bundan qabaq olar bu bölüm, bu kitab, yəni bu bölümü. Ehtimal verirəm ki, bunu bağlamışam. Bağlamışam hesab maşını hesabı nədən isə. Min 147-dən çıxsaq 1137 1137 310 il öncə bu kitab yazılmış olar. 310 il öncə yazılmış. Türk dilində bu kitab 310 il bundan öncə bu bölümü yazılmışmış. Üçüncü bölümü kitabın başlayır. Burada xətt değişir. Qabaqçı xəttindən çox fərqli o yazılır. Bu üçüncü nəqli. Baxarıq görürük ki, bunlar nədir? Vəsətdə 2 səhifə. Burada bir ayrı bir şey yazılıbdır. Qüddəsə nəqli Muhammed Şeyxina nəqli Şeyxina və Mevlana Əş-Şeyx Muhyiddin Ərəbi Nəmənə Əl-Əziz belə bir şey var. Qəddəsallah sirrəhul əziz, qəddəsə sirrəhul əziz. Burada bir nəqli mərdidir, min. Nəqli min şeyxina olacaqdır. Baxarıq görürük ki, bu nədir? 2 səhifəlik bir şeydir. Ondan sonra 3-cü kitab başlayır. Nəmə? Nəhfi ismiyyə. Bismillahirrahman. Ya xəfiyyə ismiyyə. Belə bir şeydir. Əcəba bu nədir oxuması? Bunu da oxuya bilmirəm. Bunun dövrəsindəki çərçivə daha qalin, daha rəhli, təzhibi də aynı təzhib, amma çox yekə, çox belə bu şey olubdur. Kitab yenə eyni vəziyyətdə davam edir rəngi. Yazı aynı xətti təqribən. Bu ikinci səhifədə görürük yaşıldır. Bu yaşıl arxadakı rəngin xurmayı rəhləmişlər, qəhviyi rəhləmişlər. Onun rəngi də çıxıb bu üzə. Bu üzdə görürük ki, bir dənə qırmızı xətti ilə sadəcə cızıblar, bir dənə qırmızı cizgi ilə buna xətt çəkiblər. Bəzi yerdə də düz çəkə bilməyiblər. Kitabı yenə görürük, aynı vəziyyətdə davam edirik. Xətt çox fərq edir əlbəttə. O birinci və ikinci kitabından çox fərq edir və çox burada kiçik yazıbdır. Kitabın sonuna gəldik və kitabın sonunda yenə Tarixi Mühərrirə Əl-Fəqir. Burada da 2 dənə tarix yazıbdır. Bu 2 tarixi çıxadaq görək ki, əcəba oxuya bilirik. Tarixi Mühərrirə Əl-Fəqir. Ey vücudi pakidi pakize nam. Ey vücudi pakidi pakize nam. Vey suxan pərvazı, vey şirin kəlam. Töhfənin təxfənə yazıbdır, amma mən töhfə oxuram. Töhfənin asan qıldım tarixini. Bu töhfə ki, 3-cü kitab idi. Töhfə-i bismiyyə ehtimalən, ya ismiyyə. Onun deyir ki, töhfənin asan qıldım tarixini. Mənidən fəhm eyləyə ta kim ənam. Sirrini kəvsər qılıb bu töhfəmin, surətin üşşaqə qıldım saf cam. Kim ki nuş eydər bu irfan şərbətin, nəşvəsi getməz dəmağından mudam. Kim yazıb bunu? Hacı İsmail olub baisi ka. Bais ana. Hacı İsmail buna bais olubdur. Bais olan Hacı İsmaildir. Yəni özü yazanın adı deyil. Bu bais olandır. Hacı İsmail olub bais ana.
eylədiyi təhrir üçün ehtimam. O, Hacı İsmail zəhmət çəkibdir. Üsküdar içrə yazıldı bu vərəq. Üsküdarda yazıb bunu. İndi İstanbulun bir məhəlləsidir. Qədim özü bir ayrı şəhər idi. Üsküdar bir ayrı idi, İstanbul bir ayrı idi, o birislə hərəsi bir ayrı idi. Üsküdar içdə yazıldı bu vərəq, ruhi roşən eylədi hər sübh şam. Ronəqi İstanbul oldu bu əsər. Ronəqi İstanbul oldu bu əsər, zülməti hicr isə qaldı ah şam. Cəfayı Haqqıya, yazan adı Haqqıdır. Yazar kimdir? Yazar Haqqı. Haqqıya ifşay əsrar eyləmə. Ehtimalən ifşa olacaq. Mən bunu əfay görürəm, amma bir ayrı bir şey yoxum. Haqqıya ifşa olacaqdır. İsrar eyləmə. Arifə bir nöştə bəsdür və səlam. Töhfəmin tarixini quş eylə gəl. 1132'də oldu tamam. 1132'də oldu tamam. Bu kitab töhfə. Bu indi gəlib bunu yazaydıq. Bu nəsi 1132. 1132'də oldu tamam. Hicri qəməri. Bu birdir, bu ikincisidir. İndi bir dana da vardı, onu da getirdim. Qad va'al faraq an risali İsmailiyyə ola bilər. Mənim dədəmin adı İsmailidir. Yəni belə yazılır, İsmaili. Allah rəhmət eləsin, Allah ruhunu şad eləsin, Allah bağışlasın. Bunlar da cumadır. Mənim dədəmin ruhuna Fatihə oxuyanların Allah dədəsinə rəhmət eləsin, özlərinə ömür versin. Qad va'al faraq an risali İsmailiyyə min yədil fəqir yazan kimdir? Bunu nüsxə yazan kimdir? Yədil əhqər deyil. Yədil həqir olacaq elə. El-Fəqir, el-Muhtac ilə Rabbihil-Qədir, Hafiz Məhəmməd Salih ibn Məhəmməd Salih. Nüsxəçi kim oldu? Bəs nüsxəçi Hafiz Məhəmməd Salih ibn Məhəmməd Salih. Allahümme əxfərli və li-valideyyə və iləyhi və limən nəzərə və qərəə fihi və lil-mu'mininə vəl-mu'minat vəl-musliminə vəl-muslimat bi rəhmətikə ya ərhəmər-rahimin. Pəs bunun da, bu əlbəttə yazan öz tarixini yazmadı, amma o Haqqı rəhmətlik yazdı ki, bu kitabı kim bais olub yazıbdı, onu da gətirdi. Gedək görək ki, bu kitabın son səfəsində də bir şeylər yazılıbdır. Bu nədir? Bunu görək əcəb oxuyaq. Burada da kağızlarda yazıblar, yapışdırıblar kitaba. Yəni kitabın özündən deyil. Fis-səlami hədisidə gəlir ki, Cənab-ı Risalət sallallahu aleyhi və səlləm bəndərdən sonra, Bədridən də ehtimala, bəndərdən sonra gələ ümməti icabət bəndə səlam edəyüz diye sipariş buyurmuşlardır. 5 lisanında kimin lisanında gər iblağ səlam hasil ola və aleyhissalatu səlam oxuya bilmədim nə mənədir? Qul ya eyyuhəl kafirun la abudu ma abudun və la entum abudun ma abud və la ana abudun ma abadtum və la entum abudun ma abud lakum dinukum və liyyədin leylətət tərviyyə və hiyə leylətü səmanə min zilhəccə qərəəl istiğfaratul minən nar. O da ondan sonra burada da aşağıda bir şeyler yazıbdı.
Bunlar bu kitaba ilgisi yoxdur. Bunları ayrı adam yazıbdı. Gedək görək bu kitaba ki diqqət eləməmişdik əvvəldə. Əvvələn kitabxana Süleymaniyyə kitabxanasında İstanbulda saxlanır. Bu birinci bir şeydir ki, burada möhürdən gördük. İş bu kitab-ı hikməti Nəsabün mühtəviyyatı. Nəsabdır ya. Burada fəzail yazıblar, amma burada Nəsab oxunur. Amma içəri gör. Kitab lübbi və sərri sirri İsmail Həqqi Burusəvi. Buruslu İsmail Həqqi. Fikir eləməli həman o məşhur adamdır. İki dənə kitabın burada adını çəkir ki, Kitab-ı lübb və sirri sirr. Kitabın adı bir lübb, bir də sirri sirr. Bu ikisi bir kitabın adıdır. İsmail Həqqi. Və kitabı Əl-Fəzlü və Nəval li İsmail Həqqi Bərbəyli. İkinci kitabında adı Əl-Fəzlü və Nəval. Üçüncü kitabında adı Kitab-ı Risali İsmailiyyə İsmail Həqqi Burusəvi. Bu da İsmailiyyə risaləsidir. Pəs bu iki yazıblar fəzail, bu fəzail deyil. Hikmət-i Nəsabün mühtəviyyatı. Kitab-ı Hikmət-i Nəsab. Hikmət-i Nəsab bu üç kitaba qoyulan bir külliyatdır. Amma kitabın özünün içində üç kitab olduğu üçün hərəsinin özünün ayrı adı var. Pəs bunu yazaq ki, burada bir ulduz əksi çəkək. Yazaq ki, bu kitab, hətta kitab yazmayacaq. Yazacaq mücəlləd. Daha yaxşı olardı. 3 kitabdan toplanıb. Nə mənə biri? Bir, lübb, sirri, sirr. İkincisi, tabi Əl-Fəzli və Nəval. Əl-Fəzli və Ən-Nəval. Tamam. Yazar İsmail Həqqi rəhmətlik. İsmail Həqqi Burusəvi. Buruslu. Birinci kitaba baxaq görək. Şu birinci kitabda nə cür başlayır? Əksin görürük, ehtiyacı yoxdur. Bunu deyəm Bismillahirrahmanirrahim. Elhamdu li veliyyi və salatu ala nəbiyyə. Amma bəd, qutardı. 4 dənə kəlmə ilə, 5 dənə kəlmə ilə, əslində bədə qusaq 6 dənə kəlmə ilə yazdı. Elhamdu li veliyyi və əs-salatu ala nəbiyyə. Tutuldu. Amma bəd, bu risalənin təhririnə bais və badi olan və imla və inşasına səbəb və dai budur ki, Qutbul Afaq və Şeyxu Ələl-İtlaq Həzrət-i Mühyiddin Ərəbi Qəddisallah Sirrəhul Əziz Futuhat-ı Məkkiyyə ulu kitabından həqiqət və mərifətə mütəalliq məsailün lübbü və məğzini müştəmil bir qaç məsələ cəm olunub. Lakin kütüb-i ərəbiyyədən istinbat və ixracinə qüdrəti olmayan haqqında gizli gənc məsabəsində olmağın müxalifətinə qadir olmadığımız əziz həzlərin Türkiyə tərcümə olunmaqla ol gizli gənc izhar olunmasın əmrü işarət eylədilər. Kim bu işarəti eylədi? O Həzrəti nə dedi? Calib budur ki, ehtimalən elə Mühyiddin Ərəbi rəhmətlik deyir ki, işarə elədi ruhu. Yəni deyir ki, əziz həzrətləri müxalifətinə qadir olmadığımız əziz həzrətləri ruhul Rəbbəhəllah ruhənün, Allah onun ruhun mürəvvəh eləsin. Ruh sözü nə mənədir ki, mürəvvəhdə ondan fiil gəlir. Gedək burada görək ki,
ruh və mürəvvəh. Ruh və mürəvvəh. Görək buna nə deyir? Bu iki kəlmə ərəb dilindən gəlib və eyni kökdən ruh törəyiblər. Klassik ədəbiyyatda, irfanda və fəlsəfədə çox dərin anlamları var. Bunların bir-biri ilə əlaqəsini belə izah etmək olar. Ruh bu kəlmə əslində nəfs və can deməkdir. Can və həyat, insanı diri saxlayan qeybi qüvvə. Cövhər bir şeyin özü, əsası, nəfs. Nəfəs əlbəttə, wind yazıb burada, yəni nəfs oxunmasın, İngiliscə wind yazıbdır. Kök etibarilə ruh və rih, yel, nəfəs sözləri, Allah Allah, ruh, rih səzindən gəlsə bəs, sözləri, yel, nəfəs sözləri yaxındır. Yəni, içdən gələn bir cövhər. Mürəvvəh kəlməsi ruh kökündən gələn bir sifətdir və iki əsas mənası var. Ruh verilmiş, canlandırılmış ruhi olan, ruh ilə dolu olan, qərələndirilmiş, ruhi dincəlik, qərələndirilmiş, fərəhləndirilmiş anlamına gəlir. Tamam. Şad. Gedək kitabımıza. Hər halda onun deyir ki, ruhları mənə belə işarət elədi. Onun üzrən türkçə tərcüməsi şuru olundu və münasib iqtiza etdici üzərə bəzi ilhaq olundu. Yəni, bəzi şeylər özümdən buna artırdım. İlhaq, yəni yapışdırmaq olundu. Həqiqətdə bu həqiri dəsti katibdə qələm və yəd qüvasində niru kəman müsabesinə olduğumuz güman buyurulmaya, məsələn, badi-i məcazi ilə məst olan kimsənə müstəlki aləmdə bəzi kələmat etsə ol, kələmat kəndi feili ilə dəcüldür. Badə feilidir. Ol badə sevimli derlər, sözünü məzur görürlər. Badə feilidir. Ol badə suyindi, nə mənədir? Söyləndi. O badə söyləndi. Ol badə söyləndi derlər, sözünü məzur görərlər. Awliyaullah xud haqqın qudrət əli və qudrət dilidir. Nətəkim hədisi qudsidə vardır, varid olmuşdur. İza əhbəbtu əbdən kuntu ləhu yədən və lisanən ilə axirih. Biz bir qulumuzu sevsək, əli mən olurum və dili mən olurum deyir. Pəs bu həqirin lisanından söyləyən anlar olsa əcəmi olur. Və ma rəməytə iz rəməyt və lakinnəllahə rəma bu mənaya şahiddir və bənə və yenə işarətlər belə bu risalə belə bu risalə yenə işarətlər belə işarətlərilə bu risaləyə lübbül-ləb və sirrül-sirr deyə təsmiyə olundu. Yenə istəyir desin ki, yəni Həzrəti indi gəl buraya yadımdan, bunun adı niyə çıxır burada, elə üstü oxudum ki. Mühyiddin Ərəbi. Həzrəti Mühyiddin Ərəbinin deyir işarəti ilə bu kitabın adını qoydum. Lübbül-ləb və sirrü-sirr. Sirrin sirri, lübbün də lübbi olundu. Mərcudur. Mərcudur, yəni rica olunur, xahiş olunur ki, xətav-u xiləli damən əfv ilə sitr buyururlar. Əl-insanu məhəllün nisyan
و ما توفیق الا بالله علیه توکلت و الیه انیب. Hazreti Şeyh Kuddesi Sirru Futuhatinde irad ettikleri mesailden biri budur ki buyurur فَاِذَا كَانَ الْعَارِفُ عَارِفًا حَقِيقَتَهُ لَمْ يَتَفَيَّدَ بِمُعْتَقِدٍ. Yani geçen arif kendinin hakikatine arif olsa bir etikad ile müqeyyət olub, bir etikad ile müqeyyət olmamak olmaz. Yani arif billah etikadında hayula gibi olub, hayula her cüne sureti kabul edip cümlesine mahal olub ve haddi zatine ve haddi zatinde yine kendi asli üzere baki olduğu için bir arif billah dahi her türlü etikadi kabul edip bir mecazi etikadi ile müqeyyət olmayıp ve nefsil emr üzere olan etikadinde daim ve sabit olup cümleyi etikadatı cami ve havi olup cümlesinin asline vakıf ve dairesi avsa olmağın معروفی هر ne cüne libas ile ve suretle zilbecer olsa gaflet etmeyip ve bir libasa qeyd etmeyip her yüzden müşahide eder. Beyt. Çox əslində kəlmələr də rahatdır. Yəni bir dənə kəlməni oxudum Həyyula sözü. Həyyula sözü qabaqcan o birisi kitabları oxuyanda tərif eləmişdilər. Hər o bir şey ki biz görürük, ləms eləyə bilirik, o həyyuladır. Haracan gəldik? Hadis-i şərifdə varid olmuşdur ki, əhl-i cənnət cənnətə daxil olunduqda haqqı subhanəhu. Bilmirəm bunu. Beyt, bəli, beytdə qalmışdı. Təcəlliyat-ı ilahi durur qəmu do cahan cəmal haqqə nəzər qıl bay vətsikan və əyyi vətsinkan. Təcəlliyat-ı ilahi durur qəmu do cahan. Bu iki cahan ki vardır, bunlar Allahın təcəllisidir. Cəmal haqqə nəzər qıl və əyyi vətsinkan. Allahın cəmalına nəzər et, hər cürəki imkanı ola. Bə'əyyi vəçhin kan. Hədisdir, bə'əyyi vəçhin ərəbcədir. Hadis-i şərifdə varid olmuşdur ki, əhl-i cənnət cənnətə daxil olduqda Haqqı Subhanahu və Teala cəmal ba kəmalindən hicab, kibriyasını rəf edib, ənə Rabbukumul əla deyib, yəni şirki, yəni boyunca bu nədir? Yəni bu kəlməni oxuya bilmirəm. Mən şirk oxurdum, amma şirk boyunca illər görəyim deyir. Nədir? Yəni mən şirk oxuram amma bu kəlməni, bəli, amma şirk oxuyanda cür gəlmir mənası. Yəni nətər ki boyunca yıllar görəyim deyü, arzu çəkdiniz Rəbb-i əlanüz bənəm deyü, nümayan olduqda inkar edib, haşa deyib, fəryad edələr. 3 dəfə günə libas ilə nümayan ola inkar edələr. Axir kar heç bir əlamətiniz var mıdır? Rəbbiniz ilə sizin, o üstəki sizin olacaqdır. Yəni sizin bunca illər, yəni sizin bunca illər görəyim deyü, arzu çəkdiniz Rəbb-i əlanüz bənəm deyü, nümayan olduqda inkar edib, haşa deyib, fəryad edələr. 3 dəfə günə libas ilə nümayan ola inkar edələr. Axır kar heç bir əlamətiniz var mıdır Rəbbiniz ilə sizin? Madən sonra hər kimsəniyə kəndi zənni və etiqadi üzərə təcəlli edib, hər kimsəniyə
Hər kimsəniyə kəndi zənni və etiqadi üzərə təcəlli edib nümayan ola qəbul edələr. Nitəkim hədis-i şərifdə buyurur: İnnekum səterəvnə rabbekum kəma tərəvnəl qəmərə leylətəl bədri. Yəni siz ani ondur, yəni siz səzayı 14-cü gecə siz ayı, yəni siz ayı 14-cü gecəsi necə görürsünüz? Rəbbinizi şöylə aşkara görərsiniz. Amma Arif əvvəl əmrdən həman gördüyü gibi iqrar eləyə ki, bunda cümlə etiqadatı cami olub bir etiqad ilə müqəyyət olmadığı üçündür. Beyt. Bugün hər kim görə yarın görən anlar durur. Yarın nə bilsin anda dildarın olanlar bunda əmadən digər. Bax, bu üçün şeiri yazıbdır. Nəsr kimi, yəni elə düz yazı kimi yazıbdır, şeir kimi yazmayıbdır. Arası yoxdur ki, biləm hardandır. Onun üçün elə beləsi. Bugün hər kim görə, yarın görən anlar durur yarın. Nə bilsin anda dildarın olanlar bunda əmadən digər hər kim bunda gördü. Digər, ehtimala burada qutarır. Əmadən digər. Hər ki bunda gördü yarın, o görər yarın dəxi qafil. Şeirin davamı varmış. Ehtimalən şeirdir hələ. Nə bilsin anda dildarın ölenlər bunda əmadən digər hər ki bunda gördü yarın, o görər yarın dəxi qafil olmaya bundan ki görür kim görəsin yarın dəxi. Başlamadım şeir harda başlanır, harda misrələri ayıra bilmədim. Ne çətin Quranda buyurur: "Mən kana fi hazihi a'ma fehuve fil ahireti a'ma və əzəllu səbila." Mən bunu qabaqcadan demişdim, amma Künaz TV'də Quran haqqında danışırdım bir zamanlar 12-ci, 13-cü illərdə. Onda bunu demişdim. Dünya məzrəətul axirə, dünya axirətin məzrəsidir, əkincəyidir. Nə mənə əksəz o çıxar. Yalan əksəz o dünyada da yalan çıxar. Od əksəz od çıxar. Cəhənnəm əksəz cəhənnəm çıxar. Behişt əksəz behişt çıxar. Yəni dünya məzrəətul axirə. İndi burada daha bir gözəl hədis gəldi. Mən kana fi hazihi a'ma. Hər kəs bu dünyada kör ola, qəlbi kör ola, həqiqətləri görməyə, nəinki gözü kör ola. A'ma düzdür ki, gözə deyir, amma mənzur burada inanmıram gözdən olsun. Mən kana fi hazihi a'ma fehuve fil axireti a'ma və əzəllu səbila. Hər kəs bu dünyada kör olsa, ahirette de kör olar və yolun itirər və əzəllu səbila, yolun da itirər. İndi bu yolu itirmək körlüğə, bu gözün körlüğünə irtibatı yoxdur, ilgisi yoxdur ki. Yolu itirmək budur ki, düz anlamayasan, yolu əslən bilməyəsən nədir. Onun üçün bu məncə, yəni hər kim bu dünyada əma olub haqqı görməsə, ahirette dəxi əma həşr olur. Haqqı görmək nəsib olmaz. Pəs haqqı Teala qullərini təqlid edən və məcazi etiqadı ilə müqəyyət olmaqdan saxlasın. Əgər sual olunsa ki, Arif kəndi həqiqətinə arif olmaq nə vəçilə hasıl olur? Cavab budur ki, bir kəndinin həqiqətinə arif olmuş, arif billah xidmət edib, arif billaha xidmət edib, daməninə təşəbbüs ilə hasıl olur. Nitekim Qur'anda buyurur və təbəu ileyhil vəsilə buyurulmuşdur. Tamam, bu görürsünüz ki, beləsi bir məsələdən devam edir. Gedək ikinci kitabdan görək ki, ikinci kitab eləyə bilsək. Burada birinci kitab qurtarır. Bundan əlbəttə oxuduq, gördük ki, bir şey yazmamışdı bunun tarixi haqqında. Amma biraz
arxadan oxusaq bəlkə bir şey də taparıq. Görək ki, ziyanın sanur, mən buradan oxuram. Rəngarəng etsə cümlə dürlü-dürlü, rənglər anda mövcud olsa, adi rəngləri ziyanın sanur. Aftabın ziyası yeşil veya qızıldırdır diğer bir dürlü etiqadın olur. Amma arif həqiqət hali bilir لون المایی لون انائه پس cümle əşyaya nur və ziya verən haqqın nuridir. Nitəkin buyurur Allahu nuru səmavat vəl ərz, pəs arif qətində iki cahan ayinəsində görünən bir nuridir. Lakin bəzi arif ma rəaytu şeyən illa və rəaytullah. Yəni bəzi ariflər deyiblər ki, mən bir şey görmədim, illa ki Allahı gördüm. Allah Allah. Bədəhu və bəzi arif illa fihi. Bəzi arif deyir ki, ma rəaytu şeyən illa rəaytullaha fihi. Beləsi deyirlər yəni. Və bəzi arif illa qabləhu dərlər. Deyir ki, yəni beləsi hədisi belə oxuyacaq. Ma rəaytu şeyən illa rəaytu qabləhu Allah. Və bəzi arif illallah deyərlər. Onlar nə deyərlər? Deyərlər ki, ma rəaytu şeyən illa rəaytullah. Mən heç nə görmədim, gördüm, Allahı gördüm zaten. Deyər və bəzi ariflər yerəllaha illallah. Deyir ki, la yerallah. Bəzi ariflər deyirlər ki, la yerallah illallah. Mən Allahdan sonra heç bir Allah görmədim. La yerallah illallah. Mən Allahı görmədim Allahdan başqa. Allahdan başqa heç nə görmədim. Deyər, 5 türdür. Bunlar 5 tür oldu da. Bu ifaqədə olandır. Və Arif-i Kamil bu 5 türü cümləsini görüb cami olduqdan sonra 5 türdəxi nəfsində görür. Təfsili bu məhəllə münasib dəcüldür. Bəlkə kəşfi haramıdır. Deyir bunu hətta millət bilməməlidir. Haramdır bunu. Murad edinən insan-ı kamil aninə xulus, əyninə xulusi qəlb-i etiqad tam birlə yarışıb təslim ola. Mən ləm yəzuq ləm yərif təhrir elə. Hər kəs dadmasa bilməz, dadan bilər. Hər şeyi ki ağzımda qoyduq daddıq, bir o bilər. Cəhcədi deyir dadasan, dadmasan bilməzsən. Bu birinci kitab qutardı. Burada ikinci kitab başlanır fasiləsiz. Yəni bir vəsətdə bu ikinci kitabın adını burada yazır. Yazır ki, Kitab Əl-Fəzli və Nəval Lil-Arifil Kamil İsmail Həqqi Əl-Bürsəvi Qəddəsəsi Ruhul Ali. Bu da dedik o böyük alimlərdən ki, bizə çoxlu bundan kitab qalıbdır. Həm arifane kitablar, həm qeyri-arifane kitablar. Həm özü yazıbdır, həm də alıb saxlayıbdır. Kitab-ül Fəzli və Nəval. Adı budur. Səray-i qeybə irfandur dəricə. Kitab-ül Fəzl ana oldu kitab. Bu nəqşi uğyan mərdi maarif səzadır hüsn fəhmidən xətabə. Əuzu billahi minəşşeytanirrəcim. Burada bir kəlmə yazıbdır, nöqtəsi də olsa da oxuya bilmirəm, hələ gəlmədi. Kəmal-ü iltica ilə xudaya, kəmal-i iltica ilə xudaya, səni ismər ləmasun nasəvaya. Çox cəlib, bu şeiri oxudum, yəni mən deyim, oxuya bilməcəm. Kəmal-ü iltica ilə xudaya, xudaya mültəci olmaq, yəni Allaha sığınmaq. Kəmal-ü iltica ilə xudaya, səni ismarlamasın ta səvaya. Səni Allah özündən sonra özgəyə buraxmasın, ismarlamasın, ismarlamaq, mismarlamaq. Bilirsiniz ki, biz mıxa biz indi mıx deyirik, qabaqca mismar deyərdik. Mismar deyərdik, o mıxı ki, belə ağaca da vururuq, çəkişindən gedir. Ona mismar deyərdik. İsmarlamaq da yəni eyni o. Yəni Allah səni özündən sonra heç kəsə mıxlamasın, möhtac eləməsin, bağlamasın. İsmarlamaq əslində bağlamaqdır da. Yəni birinə bağlanmaq, birinə möhtac olmaq. Ayaq üstə qalmaq üçün birinə möhtac olursun.
Səvadan birisi şeytan olubdur. Kəməndi gərdəni xəlqə salıbdır. Kəməndin gərdənə salıbdır. Gərdəni xəlqə salıbdır. Şu dil kim ola zülf aviz canan. Şu dil bu ürək. Şu dil ki ola zülf avizi canan. Kəməndi dividən ol qurturar can. Çox gözəl şeirdir. Bunu bir də oxusam əvvəldən axıra. Kəmal iltica eylə xudaya. Səni ismərlə masun ta səvaya. Səva yəni Allahdan qeyrisinə. Səvadan birisi şeytan olubdur. Kəməndin gərdəni xəlqə salıbdır. Şu dil kim ola zülfafizi canan. Kəməndi dividən ol qurtarar can. Bismillahirrahmanirrahim. Bismillah oldu rəhmətə əqlid. Bismillah oldu rəhmətə əqlid. Dəri təhqiq budur bi təqlid. Sindən irdi səlam-ı sərməd. Sindən irdi səlam-ı sərməd. Mimdən sindən sin. Hərf-i sin. Salamın sı. Sindən irdi səlam-ı sərməd. Salamın sini. Mimdən toğdi Muhammed Ahmed. Salamın axırda mimdir da. O mimdən də doğdu. Mimdən toğdi Muhammed Ahmed. Ləfzətullah ismi əzəmdir. Ləfz-i Allah, Allahın ismi əzəm ki deyərlər, o Allahın adıdır. Allahın öz kəlməsi. Allah. Bu ismi əzəm ki deyərlər, budur. Ləfzətullah ismi əzəmdir. Allah deyən mükərrəmdir. Bab-ı rəhmət qəçən olə məftuh. Bab-ı rəhmət qəçən olə məftuh. Daxili sədri qeyb olur bu ruh. Rəhmətdən açıldı hər gülşən, didələr oldu nuridən roşən. Rəhmət-i xassədir feyzi ulum, olmadı aləm olan kimsə məlum. Olmadı alim olan kimsə məlum. Rəhmətə müntəhi oldur. Rəhmətə müntəhi olur bu suluk. Anun ilə əta vurur suluk. Anun ilə qəta budur suluk. Bu nə deməkdir? Orasını bilmədim. Haqq ya zeyl rəhməti tönə gör. Dönə gör yəni. Yenə gör. Buradan kitabı başladı. Əvvəldə kitabdan üstə bir şeir ilə başladı. Sonra Əuzubillahimineşşeytanirracim. Ondan sonra bir şeir. Ondan sonra Bismillahirrahmanirrahim. Bir şeir və indi gəldi bura. Elhamdülillah. Həmdün məhmudun ki Həmdü məhmud ki Allah Teala'dır. Anın kəmalini izhardır. Allah Teala'nın kəmali əsma-ü sifat-ı cəliliyyəsinin həqaiqi və süvəridir. Və turidən murad, burada ehtimalen sur olacaq və suridən murad əşya və asardır. Pəs bu asar kəmalat-ı ilahiyyəyi müştəmildir ki onda əsla nüqsan yoxdur. Onun üçün əsma-i hüsna vəsilədir. Onun üçün əsma-i hüsna denildi. Zira eyb-ü qübhü səvadən bəri və nüqsanu tənəzzüldən əri. Ari. Ari iki cürə yazılır. Bir ərəbcə əri eynlə yazılır. Yəni pak, təmiz. Bir də türkcə yazılanda arı. Arı ki, bal arısı da var. O cüzdə əliflə, ay ki, börkü var onunla. Məddə olan ayla yazılır. Ona da arı deyirlər, o da təmiz anlamındadır. Əridir və şül ki əddül əqli
mu'təd ehtimalən olacaqdır. Əqli nüqsan surətində görünür məhə ki, ol kəmalə ədəmi qabiliyyətində. Bir də qeyd əvvəldən oxusaq, o kəlməni indəl əqli, tamam. Bir də qeyd oxusaq, dedi ki, onun üçün əsma-i hüsna denildi zira eybü, qübhü, səvadən bəri və nüqsan-ı tənəzzüldən əridir və şül ki indəl əqli, əqlin yanında və şül ki indəl əqli nüqsan surətində görünür məhə ki ol kəmalə ədəmi qabiliyyətindən ədəm qabiliyyətindəndir. Onun üçün insan-ı kamil olmayana naqis deyələr. Yəni zahirdə əzai vücud rəf'ündən bəri nüqsan üzərinə olsa, nüqsan nisbət olunduğu kimi batində dəxi qüvay ruhaniyyədən birinin kəmali zahir olmasa, ol da xalq olunmuş və təcəlli ilahi üçün vəz qılınmışdır və kəzalikə əqli معقلی معقولات و کذالک معقلی معقولاتی idrak üçün alətdir bu mənalar hasıl olmayacaq sahibinə naqisul ilmi və ma'rifət və idrak derlər ki insan naqis demək olur. İnsan naqisə isə insan heyvani derlər. Rütbe-i insan isə heyvanidən dəgül bəlkə mələkdən belə bərtər olmaq gərəkdir. Zira fil həqiqəti məcmuətin kübradır ki, əsma və sifat ilahiyyeyi cami və xəlifətullahi fil ərzüdür. Pəs şul kimsəyi ki Allah-i Teala ülüvvi cənabi Allah-i Teala ülüvvi cənab və əzəmət və kibrası ilə kəndi mənziləsinə tənzil eyləyə, rəfət şəninə olduğu məlumdur. Nətəkim sultan-ı əzəm vəziri kəbiri və sultan-ı əzəm vəziri kəbiri vəkili mütləqi ittixaz etməklə sultanidən ibarət və hər vəc ilə məhəlli qürbət və mənzilət olmuş olur və bu əşya ki mövcudatıdır, bunların aralarında xüsusən nemət dəxi vardır ki, insanın məkulat və məşrubat və məlbusat və əmsalidir. Tamam, devam edir. Çox dərin bir irfani kitabla qarşı-qarşıya yox. Bunu devam edək, gedək o üçüncü kitabı. Əlbəttə bunun sonuna da biz baxaq. Sonra gedək üçüncü kitabı görək üçüncü kitabın konusu nədir? Buracan bəlli, irfandan danışır. Yəni bu adamı mən tanıram. Əslində xəttin yadımdan çıxartmışdı. Burada da nəzərimə gəldi, bu xətti oxuyan mənəm. Amma oxudum. Yəni deyə bilərəm ki, bəlkə bir-iki kəlməni düz oxuya bilməsəm ya oxuya bilməsəm, amma qalanını oxuya bildim. Yəni Haqqi Rəhmətliğin adı Kamil İsmail Haqqi Rəhmətliğin həm xəttini oxudum, həm də bunun yazılarını yavaş-yavaş anlamağa gedirəm. Yəni orada Allahın sıfatından və isimlərindən danışırdı. Burada görürük ki, məsələn, İsmül Haqq Allahın isminə görə Haqq adı Allaha verilibdir. İsmül Hayy, Hayy adı verilibdir. Hətta biz qabaqcan bir kitab oxumuşduq ki, Allahın sifatların 99 sifətinin yazmışdı və onları şeir içində belə açıqlamışdı. Burada məsələn görürük ki, ismi Əl-Qəyyum, məsələn Əl-Qəhhar və bu fəqir Şeyx İsmail Həqqiyyə Qəfrallahu zənbəhu vücudu. Burada bir şey yazıb bunun haqqında. Görək ki, burada bu nədir? Səbyan üzərinə, sübyan üzərinə oxuyub, önəmən oxuyacaqsan. Və bu fəqir Şeyx İsmail Həqqiyyə Qəfrallahu zənbə vücudə səbyan üzərinə oxuyub nəfx etmək, yəni püfləmək. Dua oxuyasan, püfləyəsən, haqqında ilqa olunan salat-ı şərifə budur ki, zikr olunur.
Allahümme salli ala seyyidina Muhammedin rahmeten minallahi minneten minallahi ni'meten minallahi kurbeten minallahi kudreten minallahi izzeten ve azameten minallahi. Bir kimsənə bu salavat-ı şərifəyi 3 kərə və yaxud 7 kərə və 7 kərə səbi üzərinə oxuyub üfürsə irtifai bəla düründə fariq, onda indifa bəla bəladan difa qəzaya səbəb olə və lakin müminə məlumudur ki, duanın qəzayı dəf etdici qəza mübrəm olmadığı surətdə mübrəm olmadığı surətdə vaqi o acele derman olmaz. Burada bir kelime yazıp onu surette, ihtimalen burada surettedir. Olmadığı surettedir. Aha. Qəzayı mübrəm olmadığı surettedir. Vaq acele derman olmaz. İhtimalen bu her nədir? Silinibdir. Onu oxuya bilmədim. Çünki məsələn, nə mənə aq, vaqdı, daqdı, laqdı, nə mənədir oxunmur. Acele derman olmaz. Və şərti qəvi budur ki, huzur-i qəlb və cəm-i qəvi dilə oxuya və oxuduğu duanın ədədi 3 olmaq biri. Tamam, beləsi bir duadır, bir duaymış, onu oxuduq biraz. Vəsaya, burada vəsiyyətlərə gəlir. Bu vəsiyyətlər nədir? Bu şəxsin vəsiyyətləridir da, yəni Haqqı İsmail Haqqı rəhmətliyin vəsiyyətləridir. Nəhy ən təxribil Qur'an. Burada da təxribi Qur'andan nəhy eləməyi deyir. Fil hədis, belə bir hədisdə də gəlir. Qalallahu subhanahu teala. Kitabın sonuna gəldik. Görək ki, bu kitabın sonunda bir səfərə ki qurtarır, onu yox, biraz da bu birisi səhifədən biraz oxuyaq. 1216 burada bir şey yazılıbdır. Bu nə deməkdir? Deyir ki, fəhm olunur ki, bu ümmətin ömrü 1000-dən sonra 200 təcavüz edər. 1000-dən sonra 200-i təcavüz edər. Yəni Həzrət Məhəmmədin hicrətindən sonra. Buradan biraz da geçsək, arxadan oxusaq, Allahinin miyanindədir ki, 500 sənə, o da yenə də biraz getməli yuxdalıya, xətmiyyət müqeyyedə olmaqla ümməti mərhumənin vəsəti ömründə gəldi. Yəni, yevmi ilahiyyənin miyanindəki 500 sənədən sonra dərkə və vəfatləri 638 500 sənədən sonra miyanine 500 sənədən sonradır ki, vəfatları 638 sənəsindədir. Bu nə olacaqdır? Bu kimin haqqında danışır? Bu işarə bir xətmiyyət dəxi vardır ki, ana xətmiyyət-i müqeyyedə derlər. Və o xətmiyyət Şeyx Muhyiddin Ərəbi Qəddəsə Sirruh ilə məxtumdur. Və rəngi xətmiyyəti müqeyyedə olmaqla ümməti mərhumənin vəsəti ömründə gəldi. Aha, 1000 il orada geçirmiş, 1000 neçə yüz il. Onu deyir ki, bu Şeyx Ərəbi, Muhyiddin Ərəbi bu 1000 ilin ortasında gəlib, 500-də. Ömrünün gəldi. Yəni, yevmi ilahiyyənin miyanındakı 500 sənədən sonradır. 500 sənədən sonra gəlibdir. Yəni, hicrətdən 500 ildən keçəndən sonra doğulubdur. İndi neçə il 500-dən keçir, onu demir. Və vəfatları 638 sənəsində, yəni rəhmətli Şeyx Muhyiddin Ərəbinin vəfatı
38 sənəsində olubdu və bundan fəhm olunur ki, bu ümmətin ömrü 1000-dən sonra 200 təcavüz edər. Oradan bəlli olur ki, bu ümmətin ömrü 1200-ü keçər. Bundan bəlli olur ki, bu ümmətin ömrü 1000-dən sonra 200-ü təcavüz edər. 1200, yəni siz desin ki, 1200-ü keçibdir. Qalallahu Teala fe izahum qiyamun yenzurun 1316 burada yazır. Sual olunursa ki, xətmiyyət nədir? Cavab budur ki, əhli xətm olan kimsənin məşrəbi üzərinə heç bir məşrəb əhli gəlmədi və illa xətm olmaq lazım gəlirdi. Və Şeyx Muhyiddin dəxi bab-ı vilayətdə böylədir ki, gərçi onunla vilayət məxdum olmaz, zira bab-ı vilayət qiyamətə dək məftuhdur. Və lakin ondan sonra o məşrəbdə vəli gəlməz denənlərin cümləsi ondan istifadə edərlər və xətm onların ağızlarına nəfx ruh edər. Və bihamdullah Teala əla zalikə ən-nəfxu şərifun minəl fəm əllətif. Və ləhu şeirdir, burada bir şeir deyibdir. Bu şeiri oxuya bilirik. İlahi barcahidən budur hərdəm rəcamüz kim. İlahi barcahündən budur hərdəm rəcamüz kim. Bizi axir nəfəsdə nuri iman ilə xətm eylə. Budur ya Rəbb sana can و dil ilə ilticamız kim. Bizi axir nəfəsdə nuri iman ilə xətm eylə. Qurub edə şu dəmki Qurub edə şu dəminə aftab ruh insani. Bizə ver ol nəfəsdə cəzb ruh etdikdə asani. Verən sənsin, alan sənsin, yenə sən eylə ehsani. Bizi axır nəfəsdə nuri iman ilə xətm eylə. Ömür üçün bir əsər yıldır və yaxud bir aqar sudur. Ömür üçün bir əsər yeldir və yaxud bir aqar sudur. Tayanmaq böylə ömrü bivəfaya sanma nikudur. Tayanmaq, dayanmaq böylə ömrü bivəfaya sanma nikudur. Niyazi şeyx haqqi səndən ey haqqi dəmbədəm budur. Niyazi şeyx haqqi səndən ey haqq dəmbədəm budur. Bizi axir nəfəsdə nuri iman ilə xətm eylə. Və ləhu, yəni bunu da yazıbdır, artırıbdır. Mətləi tövfiqdən çün toğdi, özgə aftabi xaneyi can. Və dillə əks etdi ondan nuru tab. Lوح تحریره قلم yazdı bu asari gamu. Hasıl oldu nöqtədən son bir kitab-ı müstədab. Çün kitab-ül fəzl oldu nami anun və nəvali və dilpəsənd. Əhl-i feyz olub dedilər tab tab. Neçə məmduh olmasın kim onda var lütfi kəlam. Neçə məqbul olmasın kim onda var hüsni xitab. Haqq ya tərif üçün tarixini etdim anın 1137. Pəs bu ikinci kitab ki burada var idi. Əl-Fəzl-i Nəval 1200. Bunların nəcür tarixləri elə yazmışam ki oxunmayacaqdır ki bunun hansının tarixidir. Üçüncü kitaba bir baxaq. Burada əlbəttə üçüncü kitaba keçməmişdən bir dana bir qıssa bir şey var. Bir səfərlik yadım. Bu görək oxuya bilirik. Nəqlun min şeyxina və Mevlana əş-Şeyx Muhyiddin Ərəbi qəddəsə sirruhul əziz. Xacə Abdülcalur
فجدوانی. نه من خواجه عبدالنجالر المجدوانی. Başlamadım bunu kamil okuyabilmedim. Belki biraz da çizsek. Xacə Abdul Xaluri el-Fəcdəvani Qüddəsə sirruh buyurmuşlardır ki vəhəbbi eylərəm vəsiyyət eylərim sana ey oğlum ki vəsiyyət eylərim sana. Bu xətti çox fərqlidir. Biraz o birisindən. Ona görə çalışıram ki, bu xətti görüm oxuya bilirəm. Xacə Əbdani Əlfəcdvani belə bir şey də oxudum. Qəddəsə sirruh buyurmuşlardır ki, vəsiyyət eylərəm sana ey oğul ki, cəmi halidə ilm və ədəb və təqva üzərə oləsin və asar-ı sələfi tətəbbü eyləyəsin və sünnət və cəmaətə mülazim oləsin və fəsid و hadis öyrənəsin. Bu nə deməkdir? Fəsid و həsid ehtimala bir hədis beləsi bir şey olacaqdır. Fəsid و hadis öyrənəsin və cahil sufilərdən pərhiz eyləyəsin və daima nəmazi cəmaətlə qılasın. Ol şərt ilə ki, imam və müzin ötiyəsi hərgiz şərur tələb eyləməgə. Tamam, bura biraz zor oldu. Üçüncü kitaba əvvəlinə bir baxaq. Yəni son kitabdır bu kitabdan. Ona bir baxaq, görək nə olar. Töhfə-i İsmailiyyə. Pəs beləsi olacaq. Töhfə-i İsmailiyyədir bu kitabın adı. Üçüncü kitabın adı. Risale-i İsmailiyyə yazdıq burada, amma Töhfə-i İsmailiyyəymiş. Risale-i Töhfə-i İsmailiyyə. Bismillahirrahmanirrahim. Əvvəla nə'ət bari mənnan ilə rütbil lisan və nəsləbi Rəsul-i Rəhman və təsliyə-i Rəsul-i Rəhman ilə sübhə-i gərdan və təslimətül ali və əshabi və ixvani ilə cüşadə rəhan olduğumuzdan sonra bu fəqir Şeyx İsmail Həqqi şərrəfəhəllah bi məzid tərəqqi bu vəçilə nəqşində səhifə-i təqrir olunur ki, tarixin burada yazıbdır, biraz yekəldim onu. Təqrir olunur ki, 1132-ci sali müştəmil olduğu şəhri Şəban əvaxirində soğ-i ərvah-i qudsiyə ilə və məşq-i məşamidən məşq-ü şamidən bəla və bəhcət əfzay rumiyyədən Mədinə-i Üsküdar'da فروکش واقع olduqda sabiqən səfərimcə var vələdə həmtəriqi və hər cadə zəruriyyədə rəfiqimiz olan Hacı İsmail Savi yəni Yekteri Səfkəvi Bəkteri Səfkəvi
bəzi məsaili ilm hal mütalibə və sualində müğalibə etməklə bir qaç fərideyi fəvaid və rişteyi bəndi təhərri oldu. Bu bir ildə bir nəfər adamı görür, İsmail Savi adında ya Sadi adında, Savi olacaqdı. Üçüncü kitabı oradan alır. Deyir ki, bunu hangi ildə yazıbdı? Üçüncüsünü də burada yazaq. Aşağıdan yuxarı yazdıq. İndi belə olsun. 1232. 1232. Bu da üçüncü kitab oldu. Bu tarixdə də bundan bu kitab əslində ikisi bir ildə yazılıbdı. İki kitabı 1200 yəni Əl-Fəzl və Nəval və Risale-i Töhfə-i İsmailiyyə 1232-də yazılıbdı. Amma üçüncü kitab yəni Lübbül Ləbab, Lübbül Lübb və Sirrü Sirr bu da 1137-də yazılıbdı. Amma bu qədər fərq yeri olmayacaq. Çünki 100 il bu adam yaşamayıbdı ki, vəsətdə bu qədər ara olmamalıdır. Ehtimalən tarixlər bir yerdə qələtdir. Tarixlər qələtdir. Yəni bir yerdə bu tarix qələt olacaq. Bu iki kitab düzdür. Bu birinci kitabı biz qeydib baxmalıyıq, görək ki, orada harada iştibah eləmişik. O əslində orada bir səhvi var. Hər halda bir adam bundan sual eləyibdi, müğalibə etməklə bir qaç fəridi, fəvaid və riştebəndi təhərri oldu. Vallahul mü'in əla husulil məram və biqabzihi əl-inan əl-ilham. Biqabzəti inanil ilham iman. İman nədir? Üstünə qırmızı, yəni üstü yox, başının üstünə qırmızı xət çəkib görək nədir? İman, məlum ola ki, bundan əqdəm Şam-ı Şərifidə getmişmiş Şama, yəni bugünkü Suriyə hesab olur, onun mərkəzi Şamdır. Bundan əqdəm, çox zamanlar qabaq getmişmiş Şama, Şam-ı Şərifidə tövlə zən iqamət olduğumuzda məlu tövlədir, əlbəttə tövləzən nə deməkdir bilmirəm. Tövləzən iqamət olduğumuzda 3 sənə içində 10 qədər kitab və rəsail ki, cümləsi mərifət-i məbdə və məad zahirən və batinən vəsail idi, az cümlə kitab-ül xitab-ül nəcat ki 30'er qırqər, yəni hərəsinin 30 ya hərəsinin 40, hərəsinin 30'er qırqər kər kırasəyi. Kırasə çağaza deyirlər. Ərəbcə sözdür ehtimalən. Kirasəyi havi və fəvaid-i cəliliyyeyi muhtəvidir. Yazmışmış orada. Şirazi-i bənd təkmil olub. Şirazi-i bənd, yəni kağazın şirazəsini tikiblər, toxuyiblər. Yəni deyir ki, kitabı yazdım, qutarıblar. Şirazi-i bənd təkmil olub, tərəfi Rumə irsal və ixvanə bi təriqi əl-hədiyyə isal olunmuşdur. Deyir, onları yazmışdım, o 10 cilt kitabı, o cümlədən 2 dənəsinin adını dedi, o əz cümlə kitabı Əl-Xitab və kitab-ı Nəcat. Bu 2 dənəni da deyir ki, yazıb, bunların vermişdim, arxasında tikmişdilər, yəni şirazəsində şirazəbənd təkmil olub, tərəfi Rumə, yəni Şamdan Ruma, yəni olur bugünkü Türkiyyə. O zaman Rum deyilirmiş, irsal və ixvanə bi təriqi əl-hədiyyə isal olunmuşdur. Bu vəsilə bu risaləyi İsmailiyyə həman. İsmailiyyədən bəhəsəb-i zahir iğna edərkən vallahu vasiu alim məqali kəriməsi rəmz etdüci təcəlliyat ilmiyyə qeyri məhsurədən neçə tərəqqi mətlub olmağın
binaən əla hüsnü zənni billahi teala libas bəyan təzdid olunub, bəlkə təriqi məzidi suluki cədid vaqi oldu və təqrirati fəhm əvamə əqrəb olan ibarat səhl ilə vücud buldu. İmdi iman qəlb ilə inanmaq və dil ilə deməkdir. İndi iman qəlb ilə inanmaq və dil ilə deməkdir ki, Allah Teala vardır və birdir. Zatında və sifatında və əfalində şəriki və nəziri yoxdur. Və Resulullah sallallahu teala aleyhi və səlləm canibi haqdən hər nə gətiribdisə, gətirdiysə izan və qəbul etdim və bu imanı da əqva olan imani müfsəlidir. Müfsəli, yəni geniş iman. Zira ki, la ilahe illallah Muhammed Resulullah demək bi həsəb zahir səbəbi səadət və nəcat olmaqda kafidir. Və lakin müminə lazımdır ki, amantu billah və məlaikihi və kütübihi və rüsulihi vəl yevmil axiri və bil qədri xeyrihi və şərrihi minəllahi teala deyə. Və bəlkə bu təfsil dediği buydu. Yəni deyir ki, bunlara da yəni Həzrəti Muhammed bunlar oradan başlar. Zira ki, yəni burada amantu billahi və mələikətihi və kütübihi və rüsulihi vəl yevmil axirəti və bil qədri xeyrihi və şərrihi minəllahi teala deyə və bəlkə bu təfsilin təfasili cüz'iyyəsinə dəxi qadir olə. Nitəkin kütüb-i kəlamiyyədə və qeyridə müfəssəl və məşruhdur və furudə müqəllidün imani səhihdir. Amma usul dində əhli nəzər və istidlal olmaq gərəkdir ta ki imanında rasix ola. Şək və şübhədən qurtilə və bir kimsənə Haqqı Teala'nın bir sünni əcibini görsə və gördükdə Subhanallah desə və yaxud dilinə Allah, Allah demək gəlsə və bəlkə bir təriqül təəccüb hay deyir söyləsə, ol kimsənə təqliddən xilas olur. Zira ana əsərdən müəssir istidlal dirlər. Zira ana əsərdən müəssir istidlal dərlər və usuli dinimiz توحید bari və əmsali və furui əməliyyata dair olan əhkamıdır. Tamam, buradan da bu bizə geçir bura. Kitabın sonuna gəldik. Yox, bunun sonunda nə var? O sona da bir baş vuraq. Görək ki, əlbəttə buranı oxumuşduq, amma biraz da gedək daldan oxuyaq. Bir atcasın və beləliklə bu günümüzü Allahın şükrü sitayişi ilə qutaraq. Görək bunu hardan oxuyaq. Elə bu səfənin axirindən, əvvəlindən bax. 60 ilmi yazsa bənə mali bir nöqtədir. Nə təkim? Demişlərdir. Əl-ilmu nöqtətun kəsrə bil-cahilun. Əl-ilmu nöqtətun kəsrə bil-cahilun. Fikr eylə ki, cəmi məarif, məani və həqaiqə və dəlalət edən əlfaz, hurufi təhəccidən mürəkkəbdir. Və budur və fikr dəxi və budur və fikr dəxi əsli əl-fidrdir. Burada bir ayrı bir şey yazıb. Yazıb ki, fəndəxi ya fədəxi. Əsli əl-fədri və əl-fədxi. Fədxidir. Pəs o fəndəxi. Fəndəxi. Əsli əl-fədr ya əl-fədəxi. Yedi nöqtədən mürəkkəbdir ki, nümayişi nöqteyi vahidəyə müntəhi olur. Nitəkim, bir şəcər yoxdur. Əğsan və əvraqi ilə bir çəkirdəkdə
qayib bulur. Bir çəkirdəkdə biz buna dənə deyirik. Bir dənə, bir çəkirdək. Biz nə deyirik? Çəkirdək. Biz fikirləşirik çəyirdək deyirik, çəyirdək. Yəni məsələn, əriyin içindəki dəniyə çəyirdək deyirik. Ya məsələn, almanın içindəkinə dənə deyirik, amma ərikdir, şaftalı, duhuludur. Bunların içində məsələn çəyirdək deyirik. Burada onu deyir. Var elə bir çəkirdəkdə qayib bulur və şəmsün nuri əgərçi məşriq və məğrib arasında münteşir olmuş və hər şəhridə, hər xanə-i rozənəsi qədər nur ilə tolmuşdur, lakin əsli yenə nur-i vahidə və bir dəryadən ki, bu qədər nəsnələr alınmışdır. Bu qədər nəsiyələr alınmışdır. Yenə bir dəryadır və səhra ki, bu qədər ağıllar çəkilmişdir. Yenə bir səhradır və var imdi kisrəti qu vəhdət dəryasına tal. Tal yəni dal və dal. Tal və dal ikisi də bir sözdür. Yəni tal və dal dəryadan istədiyin qədər cövhər al. Nəmə gərək demə. Nəmə gərək demə və illa pəşiman olursan və nədamət və hərsət içrə qalasən. Möhkidir ki, İskəndər əskəri ilə abi həyat tələbi üçün zülümata gedəndə rakib olduqları qısraqların nə deməkdir bilmirəm. Baxın görün fikirəm ki, öküz yeri olsun. Amma at, burada at minər da. Niyə öküz minir ki? Qısraq. Beləsi yazılmışdı. Yəni düz yazılmışdı. Qısraq. Qısraq nə deməkdir? Əlbəttə elə bu onun yeyi də var idi, ha? Yox. Qısraq kəlməsi qədim türk dilindən gəlib və uzun əsrlərdir ki, həm Azərbaycan türkçəsində, həm də digər türk dillərində işlənən əsl bir kəlmədir. Bu kəlmənin mənası və özəllikləri bunlardır. Əsas mənası qısraq. Hələ doğmamış və ya çox gənc olan dişi at madyan deməkdir. Qısraq, ha. Ümumiyyətlə 2-3 yaşlarında olan və ilk dəfə cütləşməyə hazır olan gənc dişi atlara qısraq deyirlər. Kökü və etimolojisi. Bu sözün kökü haqqında iki əsas görüş var. Bir qısa kökündən bəzi dilçilər bunu qısır, doğmayan sözü ilə əlaqələndirir. Çünki qısraq hələ bala verməmiş atdır. Qədim türkcə kök. Kaşgarlı Mahmudun Divan-ı Lüğat-ı Türk əsərində də bu söz eyni mənada dişi at keçir. Yəni dişi at mənasında. Xalq ədəbiyyatı və folkloru. At türk mədəniyyətində çox önəmli yerə malik olduğu üçün atın yaşına və cinsinə görə çoxlu adlar var. Qolun, day, qısraq, ağır, yabı və s. Qısraq öz cüldülüğü, incəliyi, cüvüldücü də ehtimalən bilmirəm. Cüldülücü, incəlici və sürəti ilə tanınır. Cəlib bir nüşdə qısraq südü. Kımız. Tarixi qaynaqlarda və köçəri həyatda kımız düzəltmək üçün ən çox qısraq südündən istifadə olunardı. Çünki qısrağın südü həm şəfa mənbəyi sayılırdı, həm də köpüklənmə özəlliyi yuxarı idi. Tamam. Qısraq pəs oldu
cavan at. Dedi ki, qısraqların ifləri çağıl gibi taşlara, ayaqları, qısraqların ayaqları çağıl gibi daşlara basar idi. Bəzilər ol taşlardan götürə bildikləri qədər yanlarına alardılar və bəzilər dəxi nümunə üçün bir miqdar elə iktifa elədi və bəzilər dəxi taş götürmək nə işimizə və üstümüzə lazım deyə əsla bir taşa yapışmadı. Zülümatiden çıxdıqdan sonra gördülər ki, ol taşlar ziqiymət cövhərdir. Pəs qoynan və qoltuğun. Qoyunun və qoltuğun. Qoltuq buradır, qoyun buradır. Qoyun buradır. Xanımlar çox qoyunlarına qoyarlar pulların zadlarını. Qoltuq da buradır. Pəs qoyunun və qoltuğun tolduran isabət etmişiz deyə kəmali sururindən şad mərg ola yazdı. Şad mərg ola yazdı və öldürənlə keçinib və öldürünlə keçinib az alan nedamətlə düşdü. Öldürünlə belə bir şeydir. Öldürünlə keçinib az alan nedamətlə düşdü və heç almayan ateşlərə yanıb yağılıb meşdi. İşte ahirət həsrəti böyle. Bəs şimdi bu dünyada cəvahiri məarifə meyd eylə, milliyyət eylə və əməl babında qüsur etmə. Bir gün olur ki, niyyətdir o. Dünya cəvahir məarifinə niyyət eylə və əməl babında qüsur etmə. Bir gün olur ki, dövlətin zuhur edər və fəqirdən bil külliyə xilas olursun və əsəri gəlir ki, füqəra ərbabinə Allahu Əzimüşşən həzrətlərinin qiyamətdə səltənətləri zuhur edər və hər kim onlara ikram etsə, ahirətdə şəfaət və əcr müzaəf bulur. Zira onlar həm muluki təhdül əzəma mucibincə dünyada dəxi padişahlardır. Lakin ol səltənət mənəviyyənin asarı yevmi qiyamətdə zahir olur. Var indi ol müavələ ilə gətir və onun bu dünyadan işin bitir. Ta ki ol daxi yarın biiznillahü teala sənin məsləhətin bitirə və muradına yetirə və ol məqulələri ələ gətirmək müşküldür. Məgər ki tərif ilahi vaqe olə və ya qəlbi şəhadət ilə və ya fərasət ilə təmyiz edə və didələri ki kühli cəvahircək və didələr ki kühlül cəvahircək və qəlbi ki hüsn-i etiqad təxmini ək zira etiqad əsasdan əsas olmayacaq bəna qurulmaz və yolunca gedən salikün Haqq-ı Teala'dan cümləmiz inayət və ənbiyadan şəfaət və evliyadan himmət olə və məqsədlərimiz xüsusilə kələh və bəxtimiz açılə və mənzilimiz sahilə və bərzəxlərimiz gecilə və hüvəl-hadi gecilər
və huvəl hadiyu ilə səva'ü's səbil vəlhamdülillahi rabbil aləmin və ileyhil mərci vəl müin. Buradan bu üzəsində oxumuşduq. Bir şey daha ayrı bir şey görmədik. Kitab çox ciddi irfan kitabıdır, bunu bildik və oxumağa ehtiyacı var. Onlar ki, istəyirlər içəridən rahat olalar, nə bilim Hindistandan, nə bilim Çindən filandan o şeylərə də ehtiyacları yoxdur. Özlərinin tarixlərində dədələri yaratdığı və yaşadığı təcrübələri bu kitabdan almaq olar. Allah və Təbarək-və-Teala'ya şükür olsun ki, bu günləri iki kitab gördük. Birində çox ümid edirəm ki, o xanımların tərəfindən yazılmış olsun, ya xanımlar üçün yazılmış olsun. Amma nə xiyali xam kitabı cildi ilə qəzavət eləməyək, adamı da giyimi ilə qəzavət eləməyək. Mən cildi ilə, adı ilə qəzavət elədim ki, bu kitab xanımlar xanımlar yazıblar, ya da xanımların haqqında ciddi bir şeylər yazılıbdır. Amma gəldim, gördüm ki, xanımları çox təhqir edici bir şeir kitabıdır. Təəssüflə. Çox da vaxt qoydum o kitabın üstünə, amma bəlkə ehtiyacı olardı əvvəldən axıra oxuyaydıq, görək nə yazıbdır. Bəlkə cami-i şünasanə baxmaq olar. Yəni, burası vardı ki, məsələn, bunun tohinlərin çıxsaq kənara ki, tohin eləyib, təhqir eləyibdir. Onlar çıxsaq kənara, bəlkə cami-i şünasanə baxmaq olar ki, sosiolojik baxmaq olar. Bu şair nə deyir toplumun bir bölümü haqqında. Əlbəttə, o xanımları demir, oğlanları da deyir. Yəni, qılman deyə, oğlanlara qılman deyir. Oğul, qıl. ehtimalən bilmirəm. İstəyirəm deyəm ki, bir kəlmədən ola bilər getmiş ərəbə, ərəbdə qılman olmuş oğul sözü. Bəlkə də o cür deyil. Amma o cür də gənclərimə bir ləhzə gəldi ki, qılman oğul sözündən ola bilər. Belə bir düşüncə gəldi sözümə, beynimə. Amma hər halda ikinci kitab isə adına Hikmət-i Fəzail deyiblər, amma bu deyil. Mən bunu tapdım. Hikmət-i Nisab. Nisab sözün əvvəl burada getməmişdən, qutarmamışdan deyək ki, bu nisab sözü nə deməkdir? Nisab satınandır əlbəttə. Nisab. Görək ki, nisab sözü ərəb dilindən gəlir və kök, əsas və ya bəlli bir hədd. Kök, əsas və bəlli bir hədd mənalarını daşır. Pəs bunun mənası kökdür, əsasdır və bəlli bir hədd hududdur. Bu da hikmət-i nisab, yəni köklərin hikməti ki, qeydir insanın o irfan məsələsinə, Allahın məsələsinə qeydir ki, dedik Allahın adından başladı. Buna bu adı qoyublar, amma özü 3 kitabdan ibarət idi. Ortada da bir səfədə bir nəfərin vəsiyyəti var idi ki, onu da birazını oxuduq, birazını oxuya bilmədik, zora düşdük. Bu kitab bununla belə ki, çox özəl bir əlyazı ilə yazılıbdır, amma oxumasında mənə çox müşkül çıxartmadı. Yəni, Allaha min mərtəbə şükür olsun, yavaş-yavaş elə bir ki, mən türkünü oxumaqda və bir də türkünü düşünməkdə daha elə bir ildən sonra, bir ildən də bir 2 ay gedir bəlkə, eləyə bilirəm, yavaş-yavaş dərk eləyəm ki, türk dili nə cür oxunar. İnşallah ki, Allah bunu bizə daha asan eləsin. Əgər ömr olursa, Allah lütf verirsə, ömr verirsə, bir ayrı kitablarla tanış olmağa cəhd elərəm. Sağ olun.